Öyrənmişəm bu quşbazlıq sənətini, quşu uçardan da tuturam ləzzətini. Quşbaz kəsər güclü quşun qənətini, balalar balasını nişan saxlayar, balalar balasını nişan saxlayar. Yaxşı quşun göydə duman saxlayar, yaxşı quşun göydə duman saxlayar, yaxşı quşun göydə duman saxlayar. Siz də kanalımıza abunə olub, bəyənib, paylaşmağı unutmayın ki, o biri dostlar da xəbərdar olsun. Belə deyim, doktor, xəstəlikdən istəyirəm ki, bir zəhmət. Birinci, belə deyək, nəyi ümumiyyətlə vermək, siz öz fikrinizə görə qəti qadağandır quşlara. Heç məsləhət deyil də, yəni o barədə. Məsələn, bəyək duzu dediniz ki, duz yox, o duz artıq şeydir, nəyə görə verirsən? Çünki biliyorsan, quş torpaq yeyir. Ona lazım olandır da, istəyir yeyir. Abşanın da torpağı şordur, ehtiyacı yoxdur. Sonra məsələn, bu kimi nə, heç məsləhət görməz. Mən məsəl üçün, çox adam bir də görürsən ki, götürür məsəl üçün, kömürü qoy. Kömürü xırdala qoy, kömür lazım olanda o yeyir də ona. Mineral abizasiya, mən il boyu mineral veririk onlara. O qırmızı kərpicin şeyi, sonra minerallar, abizatini verir. Uçan quşa da. Uçan quş biliyorsan göydən gəlir, buğdadan tez qaçır mineral yeyir. Mən yemin içində il boyu biz veririk. Yemin içində də veririk. Qarmış şeyə tökəndə yem qabına. Balaca qabımız var, onunla tökülür gün ərzində. Çünki çox da vermirik. Çünki qoyunda qalanda çox toz qolur, yemirlər. Yemir. Amma buğda ilə məsəl üçün gündəlik o menünün içində elə bir balaca qabla veririk. Ona lazım olanı yeyir. Bir də görsən, məsəl üçün, bir həftə 10 gün, indi bax görsən, tökmüşəm orada, səhər tökmüşəm, heç biri getmir. Çünki ehtiyacı yoxdur, istəmir, orqanizm tələb eləmir. Özü bilir də ehtiyacını, bəli. Özü, orqanizm istəmir, amma bir də görsən, bir həftə vermirsən, o qırmızı kərpici gətirib tökəndə bir dənə daraşırlar. O da bilsən nədir, hədsiz çox yeyir axı. O da bir şeydir. Sonra görsən ki, peyni kərpic rəngində salır. O da bir işdir. Bax, məsəl üçün, belə deyək, çayını soda verirlər də suya qatıb. Olar, olmaz, olar. Vallahi, mən verməmişəm. Mən elə şey heç. Məsələn, yod qatırlar suya. Ehtiyac yoxdur. Marqaniz bəs? Marqaniz vəbşə mən vermirəm. Demək olar vermirəm. Əvvəllər o marqaniz nədən verirsən? Zəhərlənmə zad olandır. Bunlar yesin normaldır, mən buna niyə artıq yükləyim onu? Biz il boyu vermirik, başa düşürsən sən. İsmail, adam var deyir ki, il boyu. Nəyə görə? Biz qutardıq o qrafikimizi ataşla. Olar ki, o qrafikdən danışaq. Birinci qurd dərmanından başlayırıq. Birinci qurd dərmanı, hansı ayda? Bax, indi mən məsəl üçün, başlayırlar şeyə, tülək başlayır da. İndi mən onu bir haradasa bir sentyabra yaxın verəcəm o sastayan içinə baxacağım ki, 2 gün çoxdur bunlar üçün, 1 gün bəs edir. Çünki mən verirəm, sonra da peyni kontrol edirəm, görürəm, demək olar çıxmır axır vaxtda. Çıxmırsan, tez. Hədə niyə lazım şey deyim? Vurdum, spreyi də vururam, bitlər töküldü, qurd dərmanı verdim. Bir dənə o pişi uborka elədi, dezinfeksiya yüngül. Qurd dərmanının üzr istəyirəm, adı nədir deyə qoydunuz? Valla, orada olmalıdır məndə. Sən şəklini çəkib verərəm sənə, atarsan bilsinlər. Mən oradan gətirirəm. Məsəl üçün, 2 cür var. İndi Allah şükür internet var, zakas eləmək olur. Ona görə deyirəm ki, əlbəttə ki, qoy hamının heyvanı sağlam olsun ki, qardaş, qoy hamının quşu uçsun. Niyə elə operasyonlu adamlar deməli ki, mənim quşlarım olsun, biz o təkəbbürdən uzaq olsun, qardaş, qoy hamının heyvanı sağlam olsun. Bu yaxşıdır. Hamı bilir ki, vallahi dostdaşına mən nə qədər ətrafımda elə çalışıram ki, qoy olsun da qardaş, hamımızın heyvanı sağlam olsun. Niyə də olmasın? Adımız da. Keçən dəfəki rolikdə mən dedim ki, qardaş, sənin yaxşı quşların olmaq üçün sənin yaxşı dostların olmalıdır. Düzdür? Bu nə deməkdir? Dostundan əsirgəmədə səndə ki. Valla. Sağ olsun, getirir bizə də dərman verir. Əməliyyatsız həmişə. Bu nə olan şeydir? Bu vaksindir, silləri göndərir. Qurd dərmanı, belə deyək, məsələn, normal. Bax, qurdu başladıq. Mən necə edirəm? Qurd başladıq, qardaş. Qurd dərmanı qutardım. Bir həftə ara verirəm. Vasıtam, çünki zəhərdir də bu, düzəldi, normal. Baxıram, sastayanca görürüm ki, normal. Çünki qurd dərmanı verən kimi biraz halları dəyişir. Qurd tökülsə neçə gün verirsiniz, məsəl üçün, birdəndir, indi belə deyək. Mən, məsəl üçün, 2 gün yazılır vermək. Ya 1 gün verirsən, 14 gündən sonra bir də verməlisən. Ya da ki, mən 2 gündə al. Əvvəl, məsəl üçün, yadıma gəlir ki, 10 il, 15 il bundan qabaq bir gün verdim, gördüm, bu nədir, bu qədər qurd tökülür quşda. İkinci gündə verirdim, tökülür. Çünki ikinci gün o toxumalar, sürfələri qalır, o olur. Jelatinini verməlisən.
Ayda bir dəfə bəzən dostlar, hər ayda bir Yox, dəfə. Nifkom qurd dərmanı. Ay yox, kişi ildə Yəni, 2 dəfə qoy dostlar. olmu bəsdir. Nəyə lazım? Olar, məsəl üçün görürsən quşun vəziyyətindən bilirsən, hə, ola bilər ki, məsəl 3 aydan bir verərsən. 4 ay, amma Ayda bir dəfə çoxdur. Mən də ağırdır. deyirəm ki, ciyərin də Ciyərin dağıdır. zadı dağıdar onu, heyf də heyvan. Aha, qurd dərmanından sonra adi su verirsən. Adi su verirəm, sudan sonra vitamin verirəm, özünə gəldi. Sonra başlayırıq biz müalicələrdən o şiş, bugünkü bəladır da o şiş. Bütün, hə, bəladır. Mən bu boyda müalicənin qabağında 2 dənə yenə çıxdı məndə. 2 dənə yenə çıxdı. Amma belə deyək də, elə sizin sahədə yaxın. Nədən əmələ gəlir? Çox şeydən. Bax, Məsələn. əsas keçici valideynlərdə, ətlidə quşlardan. Bu bir. Sərçə daşıyıcıdır. Paştovu daşıyıcıdır. Siçan, yem, toz, çox şeydən. Salmonella parativ elə bir axmaq xəstəlikdir ki, quş ölübsə qazıyı bastırırsan, 3 ildən sonra, 2 ildən sonra atırsan. Bizdə çox adam səhv salır. Bakteriya ilə virusu səhv salır. O bakteriyadır. Paraliz xəstəliyi, o paramikrovirus virusdur. Amma salmonella parativ şiş o şeydir. Nədir onun adı? O bakteriyadır. Hə, o özü ki yayda aktiv deyil. Yayda isti deyir, o yatır. Onun ən sevdiyi period vlaqa gələn kimi, nəmişlik gələn kimi keçir ataka. Quşxana. O da ki, quşxanada bir dənə varsa, sənin quşxanada o nasitil var. Mən neçə vaxt olub ki, valla 15 il, 20 il bundan qabaq hər dəfə gəlirdim 3 aydan, 4 aydan bir 4 dənə, 5 dənə quş tullayırdım. İndi Allaha şükür yoxdur, amma serovunu keçən il çıxmadı. Bu il 2 dənə çıxdı. Düz yaşlı heyvanlardır. Haradasa 10 neçə yaşları var. Bu serovunu da olmamalıdır. Çalışmalısan. İndi olmalı. Kütləvi olmaqdan, kütləvidən qorumalı. Kütləvi də ki, elə bir xəstəlikdir o ki, bu il 5 dənədirsə, gələn 10 dənə, 15 dənədir. Çox aktiv bir şeydir o. Ona görə qabağını almaq lazımdır. Samoliçey, ay nə bilim, gentamitsin vururlar ki, çıxanda vurursan gentamitsin, belə olur. Nə bilim, yod sürtüdür qarda. Bu bir şey ki, atada, anada varsa, yumurta ilə keçir balaya, genlə. Sən bunu neyə bilərsən? Ötürülür. Gen tamsın, geni qurutmuyor. Ay yox, boş söhbətdir. Özdən mən tapmışam. Hərdən bilirsən, baxırsan, danışır. Mən tapmışam. Neynəmsən? Nə bilim, nötü falan şeylədim, belə sürtdüm. Nə bilim, yodu belə vur. Bunu cəmaat gecə-gündüz əlləşir. Sən bunu necə şey eləyə bilərsən? Ona görə onu biz müalicə eləyirik. 7 gün onun müalicəsidir bizdə. Əvvəlki dərman var idi, onu 14 gün eləyirdik. İndiki 2 dənə antibiotikdir, onu 7 gün eləyirik. Onu eləyəndən sonra yenə 1 gün, 2 gün vitamin verirsən ki, vasitə. Çünki o da zəhərdir. Bir şey ki, sən orqanizmdə bakteriyanı öldürürsən. Yenə zəhər. Vitamin veririk. Sonra 3 gün, 4 gün su verirsən, yenə gətirirsən quşu öz səsləyinisinə. Quşun ən qorxulu xəstəliyi bir odur, salmonella parativ, bir də ki, paramikrovirusdur, baş əydir. O yaşıl hərdən atır, peyini salır, o koktidiozdur. O, sən deyən elə qorxulu xəstəlikdir. Bir də ki, balaların ölməyidir də. Çox adamda quşxanada bəladır ki, bala ölür. Bala, silədanı dolu. Xanada bala ölür. O da trixomonozdur. Onun üçün də qardaş, Allaha şükür, indi var dərmanlar. Trixomonoz üçün. Hələ insan aptekində olan indi kimin imkanı gətirə bilmir. Trixopolu 4 yelə böl. 4 yelə bölürsən 4də 1-in. 2 gün dalbadal ver, tetrasklerin. Az qarına yoxsa fərqi yoxdur. Necbi. Hansı da belə gəlir. Elə bir qənəti tutulur, fikir verir. Onun elə qənəti tutulur. Nəysə. 2 gün dalbadal verirsən, bəs eləyir. Çox lazımdır. 3-cü gün versən, görürsən, başı da əyilir. Beyin sisteminə təsir edir. Başqa xəstəlik quşda sən deyilir, yoxdur axı. Əsas bir də ki, quruma o belə boyundur. Quruma hələ trixomonozun əlamətləridir. Götürürsən, quşun bədəninin rəngi rozv olmalıdır. O görürsən, deyirlər çox şey, ya bala xanada ölüb, ya da ki, deyir, dən yığır, düşür, xırda bala gedir geriyə, sinəsi olur dezva kimi, quruyur, göm-göyər. O trixomonozdur. Ona görə necə eləmək olar? 4 litrdir, bir dənə balona, pamomin 4 dənə trixopolu, əz-tök, verginlə. Bir də ki, bütün dərmanların hamısını İsmail qaynanmış suyla vermək lazımdır. Krant suyu ilə ehtiyac yox. Sən versin krant suyunu, hələ o elə də getdi. Çünki suyu niyə qaynadırsan? Ölü. Olur su, ölü su. Düzdür? Sənə də lazım olan
antibiotiklər dostluqla girir onun qarnına. Yoxsa sən xlorlu su, xlor da hər şeyi öldürür. Düzdür. Oldu heç nə. Sən Xlorun dozası da həm də insanlar üçün tökülür. Qutardı, effekt sənin dərmanın oldu bozdluq. Heç nə. Ona görə mən qaynadırıq, biz qəşəng suyu soğuduruq. Normal yazı 1 qaşıq, 2 qaşıq tökürdük, fırlatdıq, həll elədik, verdik. İminlə salmonella paratif yoxdur. Onu 7 gün müalicə edən gün periodda biz heç nə vermirik onlara. Mineralka, göyərti, heç nə vermirik. Çünki sırf o işləməlidir onun canında. Çünki mineralka çox gözəl şeydir. Onu mineralkan versən, o da tapalının içini köməklə öldürə bilməyəcəksən bakteriyanı. O periodda biz vermirik heç nə. Maşallah, Allaha şükür neçə ildir normaldır. Vaksin vurursunuz da siz belə deyək. Vaksin vururuq, cavanlara vururuq. Cavanlara. Hansı küvənlərə 3 İldə bir dəfə yoxsa İldə bir dəfə vururuq. Bala çıxdıqca vururuq məsələsi. Bu balaları heç vurulmur. Bunları uçurmadım bu balaları. Bu balalar uçmadı. Bu yaxşı uçub tayları zaten onu elə uçurmadım. Şimdi bu qalsın. Nəyə deyirəm ki, indi ona vurulmur. Amma vurulmalıydı o şey. Liboy moment ona gələ bilər. Çünki ata-anada vurulub, onda 40 gün, 45 gün saxlayır. İmmunitet saxlayır onu. Amma sonra tutma ehtimalı çoxdur. Və o problem var. Nə? Vaksin deməsən nə vaksin vurursa onda belə. Vaksin Allaha şükür indi o qədər vaksin. İranın var, Rusun var, Germaniya məsələn. Mən valla Rusunkini də vururam, bir də Qalancankini də vururam. Əsas Qalancanki nəyə udobludur? Balaca vaksinadır. 50 dənəlidir. O rahatçılıqdır. Amma bir də var o yekə opşi vuranda. İndi məndə məsəl üçün o boyda quşları mən nəyə görə vurmaq? Çünki orada quş var. Yəni bir yağ dedim. 8 yaşı var, 9 yaş. Mən onu 3 dəfə vurmuşam, bəs edir. Onun antitel var uca bədənində. Sən onu yox xəstələmirsən. Ömür boyu vurmağa ehtiyac yoxdur. Ehtiyac yoxdur. O da var. 3 dəfə psio dastat. Ay hər il vururum, boş söhbətdir. Artıq heyvanı yükləmək lazımdır. Sən çünki sən onun canına xəstəlik yeridirsən. Və vitamin məsəl üçün nə verirsiniz? Vitamin mən bal verirəm. Belə ximiki vitaminlərə çox üstünlük vermirəm. Məsəl üçün üzrsən biraz indi siz bilirsiniz, bilməyən dostlara biraz izah verək də. Balı necə verirsiniz? Bal da ki 2 litrə bir dənə xörək qaşığı həll eləyirəm ilıq suda, verirəm onlara dəf kimi. Bu dünəndən gəzir Şahin görsən. Sonra limonlu, sarımsaqlı. Limonlu su obязательно verirəm. O limonlu suyu baldan sonra verirəm. Çünki bağırsaqlarında yaxşı şirinlik də bağırsağında olan lazımsız parazitlərə də şirinlik çatır. O da orada özünü yerini rahatlayır. Dalıycan bir dənə sən ona uksus verirsən, sirkə. Ya limon suyu kislatadır da bu. Sən onu dağıdırsan, qoymursan o parazit çoxalsın, rahatlasın. Sirkəni necə verirsiniz onu da deyək. Sirkəni mən məsəl üçün İsmail deyirəm, nastoyka düzəldirəm ildə bir dəfə. Götürürəm 5 litr su. 5 litrin içine 200 qram bal tökürəm, qaynanmış. Bir 150-200 qram sarımsağı əzib tökürəm. Bir də 200 qram sirkə. Qatışdırıram onu, qoyuram qalır. Sərin yerdə qalır. Sərin yerdə qalır özü üçün bir yerdə sakit. Həftədə bir dəfə su verəndə, məsəl üçün 5 litrə 50 qram, 100 qram tökürük. Balalı vaxtı su çox içirlər. Balı olmadı su çox içmirlər. Düzdür. Bir də bizim ən minimumumuzdan biri odur ki, biz bunları həftədə bir dəfə ac saxlayırıq. Bala olmayan, ayırmadıq erkeği mayadan. Həftədə bir dəfə bunların razqruz işində istəyir, maroz olsun, nə olsun. Onunla belə... Məsələn, onların üçün mən bilirəm, demişsiniz, səbəbi nə üçün ac saxlayırsınız? Məntiq nədir? Mən o itləri də ac saxlayıram bir gün həftədə. Onları da bilirəm. Bir gün, bu normal bir şeydir, onun ziyanı yoxdur. O insana da xeyirdir. Bağırsaqlar boşalır. Конечно, bağırsaq boşalır, rahatlıq olur. O səhəri gün o çox yemir, hələ öz normasını yeyir. Amma bir gün bütövbesini atır. Bir də ki, cütləşdirilməmişdən qabaq mayaları 2 həftə biz arpa veririk. Ataş konkret olaraq arpa verir. Qızışdırmaq üçün? Yox, arıqlatmaq üçün. Arpa verir. Yumurtamağında problem olmasın. 8 günə, 9 günə yumurtlayırlar. Uzağı 10 günə piyli heyvan biraz çətinliyi seçir də belə. Libom su ki, sən qışda götür quşu əlvə, görəcəksən quş əti də bərkiyir, daş kimi, tük də cotdaşır. Nədən irəli gəlir? O iqlimlə olan şeydir. İstər-istəməz onun içində piylənmə gedir. Mayalara nöş veririk. Həm ac saxlayırsan həftədə bir dəfə, həm də ki, arpa arıqladır onu. Yumurtalıq piyləndi, quş gec yumurtlayır. Bir də görürsən,
Birini yumurtlayır, 2 gündən sonra o birisini yumurtlayır. Sonra quşxanada xanada bala çıxır, biri qalır bu boyda, o birisi bu boyda. Nəyə görə? Düzdür. Çünki bir gün yumurtlayırsa, xaça bu səhəri də olmasa o bir gün yumurtlayır. Sağlam onu bir sonra səhəri ikincini yumurtladı. Düzdür, bunlar hamısı faktdır. Hə. Onu nə etmək lazım? Bizdə plasmas yumurtadır, məsələn, Atəş onu götürdü, qoydu qırağa. İkincini yumurtlayanda, məsələn, plasması götürdü, ikisini qoydu. Balalar bir razmerdə böyüyür. O özü də bir şərtdir. Bəli. Hə. Yoxsa bilirsən, balanın biri əməlli baş bala, o birisi hələ... Səhərdə bir dənə yerləsən kimi ölür o. Əlbəttə ki, özü də ki, bir də, mən sənə söz deyim. Xəstə quşdan hələ sırazı izbavit olmaq lazımdır. Ay, bunun atası yaxşıdır. Qardaşı əla uçub, özü əla uçub. Görürsən o nasitildir, vəsə. Götür çıxsın. Bir də doktor dezinfeksiya ilə bağlı istəyirəm. İldə neçə dəfə və necə dezinfeksiya edirsiniz quşları? Təmizləyən günü dezinfeksiya olunur. Peyin çıxılır, aparılır, o bir ayətdə bastırılır. Həmin günü qoymuruq sabaha. Çünki peyin oyadırdı. Peyini yığdı, bütün xəstəliklər qalxır. Qalxan xəstəlik də Yəni nədir? həftədə bəzən dostlar görsən bir dəfə Süpürür, quşlarla başlayırlar. boş söhbət. Mən o ehtiyac, çünki onun evidir qardaş, sən onu niyə narahat edirsən? Düzdür. Bax mənim quşxanamda işıq var da. Gecə gəlir bir gün yandıraq. Baxaq. Gör quşlar nə vəziyyətə düşəcək. Gecənin bir yarısında 12-də 1-də gəlir yandıra. Baxacaqsan quşlar görəcəksən ki, o yuxudan elədin də sən onu. Sən gecə yuxudan urğuzan necə olursan? Bəli. Narahat olsan. Daşı baxırsan görürsən ki, neçəsi başladı qaytarmağa. Stressdir də o. Çox adam bilmir. Onun üçün stressdir, qorxur. Quşun qənimi. Qada qorxurdu, quşun qənimidir. Nə üçün quş ilə vuranda, giriyəndə uçmur? Bir həftə, biliyorsun, bir ay, biliyorsun, bax bir şey quş uçmur. Uçmağı tərcih. Tərgizir. Çünki qorxur. Balanı götürsən əlbə görsən peyin atır sırası. O neçə atır? Səni gözləyirdi. Qorxudan atır da qardaş bu. Bunlar hamısı şərtdir. Çox adam deyir, ay şey elə Belədəki proses pozulur. Əlbəttə ki, qardaş bu canlıdır. Hara fırlatsın canlıdır. Ona görə Dezinfeksiya hansı dərmanla? dezinfeksiyanın 3 dənə, 4 dənə dərman var. Mən məsəl üçün biri var, o içində olanda da edə bilərəm. Onu oradan gətirmişəm. Burada da satırlar onu oxşamaq imkanı. Nə bilim, çox şeyini. Məsələn, burada olanın adı nədir? Valla, niatidonla da eləyirik, kralinlə də eləyirik. Formalinlə də bəs. Formalinlə də eləyirik. Formalin biraz Zəifdir. Zəifdir, nabarot şeydir. Rizarsin formalin də, o biraz ağırdır nabarot. O ağırdır. Mən məsələn ona çox üstünlük vermirəm. İndi ehtiyac yoxdur, mən bilirəm ki, yoxdur, burada nə ola bilər? Gənə olmayacaq ki. Yox, bildim doktor. Mən bunu siz nəyə görə deyirəm? Opşi. Bilməyən dostlar, bilməyənlər üçün deyirəm. İndi siz belə tutaq ki, eləyirsiniz, bilirsiniz. Bunu heç təcrübə eləməyənlər qoy öyrənsin. Yox, çox şey var. Niatidol var. Quşları çıxardırsınız, değil mi? Mütləq. Neçə saat sonra buraxırsınız? 1-2 saatdan sonra yaydı da naxadı 1-2 quruyur. Yaydı da quruyur 1-2 saatdan sonra. Rizarsın da güclüdür. Onun prosi iyi bir şeydir. O da əla şey. O vəbşə nə var hamısını öldürür. Əla bir şeydir. Ona görə o da gözəl şeydir. Mən belə deyim, məsələn, adi vaxtlarda Allah bərəkət versin yenə, bədnəzərdən qorusun, əziyyət vüz etməz. Profilaktik məqsədlə məsələn nə edirsiniz? Bax, müalicəmiz qurtardıq. Müalicəni qurtardıq. Bir də indi burada yoxdur, belə böyük çıxması deyərlər, indi İlham tərifli. O belə yodlu şaşqılar var, onu da mən gətirirəm, onu yandırırsan, o dıxatelini şey üçün. Bu il bax yayda görürsən, bax gör bir dənə quşun gözü zada ağrıyır. Yox. Bizdə isti düşən kimi göz xəstəliyi zülümdür də. Hansına gəlirsən, biri pomada sürtür, biri nə bilim üzü üstdən tüpürür, biri nəsə insan kaplisi alır. Ay qardaş, bu arnitoz xəstəliyidir. Bu içərdən gələn həkimə gələndə Kök içərdədir. Poliklinikaya gələndə necə idi bizdə o vaxt? Uxa, gorla, nos. Düzdür, burun, qulaq, boğaz. Bu da arnitoz içərdən gələn, dıxatelin şeydən gələn. Gör, başlayır, əvvəlcə gözü yumur, sonra sulanır, sonra görürsən ağzının burnu şirələndi. Bu hamısı eyni şeydir, eyni proses gedir. Bunu içərdən təmizlə. Pomada sürtməyini sən o hələ belə də blokirovka eləyərsən də. Pomada purçomu, pomadanın isə ona dəxili olmayan bir şeydir də. Düzdür də. Dostumuz kimi deyir ki, mən deyir, sağ ol. Deyirəm, nə deyir, pomada deyirəm, amma yağın yüngül stadiyaymış, nəsəmi. Ya təzə olub nəsə də mikrob düşür, bəlkə eləsin. Deyir də, nə indi belə Başqa qulluq barədə dostlara tövsiyə verirəm. Bir də profilaktika, qardaş. Profilaktika. Necə profilaktika? Mən profilaktikanı, bax, hələ o sirkə ilə, zadla edirəm. İl boyu biz dərman vermirik.
Bir dənə kurs liçeyni qutardı. Vso, nəyə lazım? Mən o 2 dənədən bir antibiotik verim, neynə, heç nə. Quş sağlam olanda, bir də görürsən ki, nəsə biri arasında nitodur. Mən 100 dənə quşu niyə tökürəm qarnına antibiotik? Düzdür. Ona ayır. Ayırdım bir dənə onu aceli müalicə ilə qutardı da. Bir dənə ona görə 100 nəfər stradat eləməməli ki, antibiotikin nəyə xeyri var? Bir nəfərə görə hamısı. Hə, yox, antibiotikin nəyə xeyri var? Heç bir şey xeyri yoxdur. Mən bir dənə quşa görə durub 50 dənə, 70 dənə quşu niyə zəhərləməlisən? Dostlar həm də bilmirdi, antibiotik bədəndən o xeyri şeyləri də çıxardır. Конечно, bağırsaqda olan floranı dağıdır da hamısı. İnsan necə indiki antibiotiklər kakta əvvəl antibiotik atan kimi deyirdilər ki, nistatin adı bağırsaqda pozğunluq başlayırdı. Hə, bu da canlı tıqırdışdır. Sən adi bir şeydən bax ki, mən çox bir də görürsən otururam, baxıram da, bir də görürsən ki, quşun sağlamlığını nədən bilmək olar? Üzünə bax, rəngindən. Şumallığından lor dedi. Arkadaşlar, ona bax, bir də ki, peyni salanda bax ki, peyni saldı, ucu gəlir ağ. Znaç, bir şey normal. Yoxsa oturursan Duru getdi, atır. Yox, o znaç problem var. Problem var. Bağırsağın müalicəsi üçündə doktor bayaq bir dənə cümlə dediyi ki, 0 nöqtə bağırsaqdır. Bağırsaq quşun xəstələnməyini insan kimi, canlı kimi ən problemli şey bağırsaqdır. Hər şey bağırsaqdan başlayır. 100%. Məsəl üçün o bağırsaq. Yaxşı, bəs onda adi bir şeydən götür. Paramikrovirusda paralizdir. Özü paraliz görsən bir il başı fırlanır, bir il qənət çönür, bir il burnunu uzadır qabağı. O burnunu uzadan lap ostro formasıdır. Görsən bir gün başını uzatdı, səhər gəlir görsən şey yoxdur, ölüb. Bir də görsən fırlanır, amma güclə yeyir, görsən amma vıjıvat elədi. Məndə burada quş var ki, onu paralizdir. Mən onu heç vaxt iynə vurmuram. Onun pajizninin immuniteti var. Özü tutub təbii yolla. Uçub da, yaxşı da uçub, tutub. Mən sonuçta da iynə vurmuram. Nəyə vurum? Bu keçirdib də təbii yolla. Bağırsağı məsəl üçün necə profilaktik? Bağırsağı mən profilaktik üçün bir dənə dərman var, oradan gətirirəm. Vallahi gətirmişəm, qalıb elə işlər. Çünki ehtiyac olmayıb. Ehtiyac olmayıb, ona görə hə, vallahi heç bir... Baş əsmə var ya, belə vibrasiya kimi eləyir, o nədir? Hələ o da xəstəliyin bir növüdür də. O da paramikrovirusun bir növüdür. Onlar ümumiyyətlə keçicidir yoxsa yox? 100%. Paramikrovirus 100%. Sən mənim quşxanamda varsa, sən gəlib oturmuşsan burada. Get, əynivi dəyişmə, lap ayaqqabı dəyişmə. Üstündə sən o virusu aparırsan ora. Çox adam bilmir. Varsa, deyəndə də gülürlər. Deyir ki, yaxşı keçicidir. Necə bu virusdur? Onda hələ də bu koronavirus keçməsin də, nöş keçir cəmaata. Düzdür, virusdur da, hava ilə keçən şeydir bu. Bu sənin üstüvə oturursa keçir. Başqa məsəl üçün nəsə tövsiyəniz varmı, belə deyək? Tövsiyəmiz, qardaş. Xəstəliklə bağlı ki. Xəstəliklə ki, yenə deyirəm, lazım deyil antibiotik parta-partalıqlar. Vaxtında qulluğu düz eləyin. Kurs liçeyni düz olsa, dəf kimi də olacaq. Bir də ki, say çox olmasın, qardaş. Nə qədər sayın çox olsa, heç nə əldə edə bilməyəcəksən. Nə qədər az quşun olsa, rezultatın da bir qədər qəşəng olacaq. Qəşəng də görəcəksən. O, çox adam deyir, pis quş yoxdur. Pis quşbazdır. Mən o sözlə şərik deyiləm. Düzdür, quşbazlarda çoxdur minus. Məsələn, hərə bir cürdür. Necə? Şofer hərə bir cür maşın sürmür, qardaş. Düzdür. Quşbaz da hərə bir cür. Mən məsələn, adam var ki, onun quşbazlığını bəyənmir. Nə olsun? Məndən yaşlıdır, ya məndən cavandır. Adam da başı görsün ki, staratsa eləyir. Götür dünyasında. Nöşün, sən deyəsən ki, bu belə deyil. Hər şey öyrənmək lazımdır. Ona bax, gör necə düşüb, ona bax. Gör nə gündədir. Onu yaxından çəkə bilsən. Hər şey sonra çəkərik. Hələ göydə var da, çox var, çəkərsən indi. Olsunlar. Tövsiyəmiz yəni. Valla, mehriban olsun. Bir də uçurtsunlar. Bir də ki, bu İndi ki, Allaha şükür, bu üzük taxam, üzüklü quşdan da elə bir dünyanı bunlara verirlər. Bu il kampaniya olacaq da, Şopan üzüklərini də, qardaş, başımıza dönəm, o divara qonan dünya malıdır, özünüzü öldürməyin. Valla dünya malı, bu dünyanın bir əyləncəsidir, Allah nəsib eləyib bizə. Bir yağ dedim, ələ salam deyib ki, bu dünyanın oğulları olmayın, ahirətin oğulları olmayın. İndi qardaş, başımızı qatırıq. Hay, İsmaildə çox uçdu quş, məndə az uçdu. Qoy məndə çox. Qoy elə İsmaildə də yaxşı uçsun, məndə də yaxşı. Nəsiyanı var. Ürəyim istəyən deyərəm İsmail, mənə bir dənə maya ver, qatım quşlara. Tardı getdi. Mən də onu həmişə deyirəm ki, paxıllığı qırar. Yox, qardaş, biri qabağa gedəndə dostun qabağa gedirsə,
Səhər o zirvəyə sənin əlin çatmayanda Bir yax dostun şahiddir deyə. Allah şahiddir ki, vallahi təkəbbürdən uzaq olsun. O qədər gətirirəm dostdaşını alıb açıram. Ha olub ki, bir də görsən zəmin uşağı gəlin aparın da. İşim çıxdı uzaqdayım, hə vurma. Bu bilirsən necədir? Sonra da görürsən olub neçə dəfə çatdırmayıb, gəlib aparmayıb dərmanı vurma. Bu dərmanı da vaksina açdın 4-5 saata vurulmalıdır da bu. Hə. Vso. Sonra gələndə mənim məsəl 1-2 aydan sonra gördü. Çatdıra bilmədi burum, qırıldı quşda. Qırılmaq da bizdə nədir bəyəm? Hə, qırılır da. Bir də ki, qardaş, uçurmaq lazımdır. Uçurmaq, yenə də uçurmaq. İstəyirsənsə quşun olsun, uçurmalısan. Gücün bilmək üçün uçurmalısan. Doktor, o belə yadına düşmüş, deyim, saman səpmək ümumiyyətlə. Yox, mən səpmirəm. Çünki başıma gəlib saman su buraxır. Olub, mən saman səpmişəm, Allah hamd olsun, heç quşxanaya iyidən girmək olmurdu. Samanın öz su buraxır. Məndə qablardır da, gördün də. Beləcə quru otlar qoyursam, heç özləri tük yığır. Çünki o qabın özü hamar deyir də, belə deyək ki, şeydir ki, cadarca. Hamar olanda balanın ayağı açılır, sonra şikəst olur bala. Çox adam deyir ki, qohumluz yox. Bilirsən, diktin üstündə bala çıxır, balanın qışları şpaqat getdi. O qədər belə oturur ki, sümüyü belə inşaf edir. Hədə, açılır, onda da təqsir yoxdur. Belə açılır, elə də inşaf edib, qutardı, çıxır getdi. Şikəstlik də ola bilər, o qohumluqla əlaqədar. Amma əsas şeylərdən biri odur ki, hamar olmamalıdır. Nə üçün onda quş çör-çöp yığır? Uçurmaq lazımdır, kəsmək lazımdır. Uçurmaq, vallahi. Hə, uçurdun, gedəndə də getsin də, yenə deyirəm, bir şeyin ki, adı quşdur, qardaş. Yox, onu uçurtmasan, belə aşığını öşüyırlar, aşığını öşüyırlar, oynamaq üçün də, qardaş. Biz də bunu uçurt, onun göydən gələndə onu düppədüz çıxır, ha. Tərpənmir, qənət vurmur. Bunun hələ ləzzəti odur da, düzdür. Yoxsa hələ gedəndə də getsin də onsuzdur. Yaxşı gedir də, pis hələ gəlib ora çıxmır, pis hələ aşağıda. Məndə orada dejurnik var ki, 6-7 ildir. O yay, qış orada heç qaçmır da. Ne üçün qaçmır? Çünki gəlib ora çıxmır axı, qaçsın o. Başına bir pırkülçeyni gəlsin, düzdür. Hələ aşağıda özü üçün başını yola verir, özü üçün bala saxlayır, böyüdür. Atırıq yumurta altını, böyüdür başqa bala. Deyir, xoşluq edir özü üçün. Düzdür, lazımdır o da. Ya, uçurtmaq lazımdır. Gücünü bilmək istəyirsənsə uçurtmaq. Gətirmək, qan qatmaq tezə. Bax, bu qarabaş var, bax, görürsən. Bunu bizim bir maştağalı dostumuz var, Əcəmi. Mən ondan gətirmişəm. Mən elə soruşacaqdım keçəndə yox. Təmiz Bakı quşudur. 10 ildən yuxarıdır. Onun neçə yaşı var. Dedi, amma bunu bir dənə, bu boyda quşxananı vermişəm ona. 3 dənə arvad atmışam yanına. Hələ bir əldə heç nə eləyə bilmirik. Pensionerdir. İndi qulluqdan sonra mənə gəlib bir dənə cavan keçib yanına, görüb bəlkə bir əldə elədi. Yaxşı uçub o. İnşallah Allah artın versin, bərəkət versin. O uçub, yaxşı uçub o quş. Köhnə qədimi Bakı göz xalları. Görsən, gör nə boydadır, bax balaca. Özü də uçub, yaxşı. Mən görməmişəm. Uçub, o İsmail rəhmətli var idi. Kazım dayının oğlu, Sabratlı. Onların quşlarındandır. Yaxşı uçub o quşlar. İndi çünki o Əcəmi bir 5 il bundan qabaq olar. O bilir ki, mən həmişə axtarışdayam da, mənə gördü, dedim. Bir quş gördüm həyətində, soruşdum ki, ay Əcəmi, bu nədir? Dedi, bu rəhmətli ağalidən qalan quşlardandır. O vaxt Zabratlılar almışdı, o quşlardan keçmişdi. Ondan qalandı, quş da ayağında şişi var idi. Dedim, ver onu mən müalicə edim, bir-iki dənə bala alım, görüm nəsi. Dedi, birdən bala ala bilsin. Bala dedi, 5-6 qənətə deyir, 4-5 saatı yığır. Dedim, mən nə olar? Nəsə gətirdim, quşu müalicə elədim, yaxşıdır, qoca quş idi. Atdım qırmızı quşxanaya, 2 dənə yumurtladı. Maya, ikisi də maya çıxdı. Biri indi göydədir. Kafein haqqını. Erkək özü qırmızı boynu gülü idi. Bu il, səhv eləməsə 5-ci ildir, 6-cı ildir uçur. Sözü necə demişdi, hələ 5-6, balalı tükü olmur, üstündə murdal tüklər. Murda sarı. Bax, and içməyə yaraşmaz bizə. Bala o tüklər üstündə 4-5 saat uçdu. Saxladım o bir il, 1-2 saatda qoydu üstünə. İndi də hələ maşallah, axıra 5 dənə quş qalsa bildi odur. Nədən gəlir yəni ki, necə dedi, oldu. Çünki cinsi var, zatı var. İndi bunu da verdi mənə, deyir ki, bu da deyir köhnələrdən, dedi, bu da pensionerdir. Bəlkə deyir, bir şey eləyərsən, deyir. Səndə deyir, qulluq başqadır. Bəlkə deyir, bir şey yaxşı heyvandır.
Allah bərəkət Bunu versin. görək də. Bax bu quş tutulmadı. Bax bu boz quyruq. Bu quş kəndə bala gəlib tutulub. Kimin də Allah bilir. Quşlarımızla ayaq uzadıb. İndi mən deyim ki, uçur, mən qıraq quş saxlamıram. Hə? Yo, arada lazımdır. Şuxa yox, mən Allah yetirib də Ay yox, mən necə mən deyim ki, mən qıraq quş saxlamıram. Uçur da bu faktdır. Düzdür. Ha, mən niyə saxlayıram? Balaları da balı. uçur. Ha, balaları da uçur da 4-5 saat, 6 saat havasını tutanda uçur. Mən necə deyim, uçmur. Və bu göz xallıya bax bu erkəyə. Fikir ver onun gözünə. Qədimi bir şeydir. Hə. Atası da o tərəfdədir, pensionerlərin içindədir. Atasının da bir 15-16 yaşı var. Doktor bəy, oyunlarda hansı tərz oynayan quş sizə daha çox xoş gəlir? Ən çox zövq alır. Vintavoy var, bir də var bir sənin o Vintavoy belə, bir də var Stalbov. Hə, hansı oldu? Mən çox belə, bizim quşlar çox qəlin oynamır. Bilirsən necədir? Amma mən saxlayan quşlar, mən məsəl üçün lap o qəlin oynayan, o biraz Rusiyada zətdə fikir verirlər ki, mən Rusiyada məsəl üçün olub o vaxt bazar Vustavkada görmüşəm. Bir sual verirəm, deyirəm nə qədər uçursun? Deyir 3-4 saat uçur. Keçəndə mən bir xoşuma gəlmədi. Amma 3-4 saat nə deyir? Deyir, nə edirəm? Süzük kimi deyir. 10 saat deyir oturur. Mənə lazımdır deyir. 3 saat deyir. Oynaya gedir, oynaya kayfla gəlir, mənə bəs eləyir. Onlar da o zövqlər fərqlidir. Fərqlidir də zövqlər. Mən necə deyim ki, mən məsəl üçün özdə mən sənə bir dənə söz deyim. Bir də görsən 10 gün içində 3 dəfə, 4 dəfə hava verir. Pis çıxmasın. 10 saat göyə baxma, kələyimiz kəsilir. Düzdür. 2 gün oyun şahin. Adam axşam bilsən nə olur? Şükür düşürsən. Düzdür, yuxarı boyla. Nə qədər baxarlar, get, gəl, biraz narahat olsan, gəlir, bir görsən hava çönür, hə. Bir dənə görsən kulok gedir, hava fırlandı, heyvanlar getdi, hə. Ona görə uçurmaq lazımdır, qardaş. Ancaq uçurmaq, gücünü bilmək üçün quşun uçurmaq lazımdır. Bir də ki, quşbazlar tutan kəsir. Uçurdun da, uçurdun, qardaş. Valla mənim qapım hamı üçün açıqdır. Özdə dünən axşam dostlaşdı, deyirəm, o qədər dostlaşına gəlir, qardaş. Dostlaşlardan qabaq, qonaqdan qabaq Allah onun ruzusunu göndərir. Gəlsinlər, lazımdır Allah məsləhət, belə pis çıxmasın. Hadi öyle hər öz bildiğinden. Əlbəttə ki, nəsiyəm, mən bilirəm onu deməyim, mən özümlə aparacağım onu. Nə qoy olsun da, Şahinin quşu lap uçar, qoy çox uçsun mən. Yox, mən ürəyim partlasın ki, yox, Şahinin quşu uçmaz. Bizdə çünki bu xəbislik bizim sən qəlbimizdə çoxdur paxıllıq zatı. Mən hələ Dostlar, bu da bitçinin spreyidir. Yəni lüboy heyvana üstündə var ki, istifadə eləmək olar da toyuğa, quşa, itə, pişiyə. Bax görürsən bu adımında gör nə qədər quşda olan parazitlər üçündür bu. Ha. İndi bir dənə baxın görün neçə cür parazitlər, gənələri var. 3-6 cür. Başqa heç nə, sağlamsa heç bir şey lazım deyil. Bunu da qoy, üst şəklini görün, tapa bilməm. Üst şəkildə budur. Ha, maşallah olsun. Düzdür. Yəni geniş Əlbəttə quşxana ilə ki. darskal quşxana elə bir. Keçməkdə elə adi çıxartanda bayra necə rahatçılıq olur çıxartanda. Bir var əyilib girəsən, bir dənə atır. Bir də var girirsən beləsə heyvan özü də nə qədər əl dəyilməsə quşa bir o qədər yaxşıdır da. Düzdür. Özü belə deyədən lord desə yaşayışı yeri nə qədər rahat olsa. Əlbəttə şəraitdir də bilsən necədir. Çox güclü. Bax məsəl üçün quşlar məndə uçur gəlir. O sən onu nə ilənsə zamanı eləməlisən. Mən onu məsəl üçün bu gün gələcəklə bilir ki, o gələcək, uçub gəlib. 1 saat özəcək, o istəyir, mən ona şirin su verəcəyəm. Deyirəm, ya ballı, ya şey. O şey bilir ki, adi günlər adi su içir o. Düzdür? Amma o gəlir o günü, bilir ki, aha, mən gəldim, благодарность, mən şirin su içdim, ləzzət alır. Ya bir dənə məsəl üçün, quşun ən xoşladığı yuvaya gəlişindən də ləzzət alır. Əlbəttə ki, o ağlı var da, onun ağlı var ki, qayıdır da. Bura ağlı olmayan quş çıxır gedir də. Görürsən ki, bilirsən ki, bala alırsan, ya yekə quşdur, 3 qanat, 5 qanat uçursa görürsən, düzəlləndi, getdi. O adi çox şey. Bilirsən, var məsələsin, quşxananın içində, yekə quşxanada, quşlar hamısı çıxır, qapı da açıq, iri qapı. Quşun biri oyuna gedir, bu yana uçur, oyuna uçur, bu yana çıxmır. O şey anormal bir şeydir də. Bunun yəqin bunun başı işləmir. O quş birdən ceyb harasa düşərlər, elə də olacaq. Orada da qalır. Конечно, bu təbii şeydir ki, bu qapını tapa bilmirsə bu. Qaçıyor ki, 100 dənə quş qapıdan çıxıb, axıra bu qalır. Özə ki, mən baxmışam ki, həmişə də o quş qalır.
Bax çıxartıram bir də. Məndə orada bir quş var orada jurnalların içində. Hamısı çıxır görürəm qapı da açıqdır. Sənin qabağınca çıxmasa bir 50 quş çıxıb bayırda. Çıx da sən. Sonra ona bax get. Hə də ki, yox, uçur bu taya, uçur o taya. Mən onu buradan qolduram, o oyuna oyna. Hə, bu nə deməkdir? Bu значит onun başında problem var da. Düzdür. Düzdür, hə. Ona görə O atalarım uşağı vardı, deyir, şuurlu uşaq. Körpəliyindən doğru dildi. Bəli, o lütfi rədd eləmək, onu vaxtı yub atmaq ona heç lazımdır. Ona görə Belə deyim doktor, bir də qış mövsümündə məsələn quş uçurtmaqla bağlı elə bir əladır. Valla təcrübə. Bakının Abşeron iqlimi düzdür. Bir dənə yanvar, fevral ayında, mart ayında, biraz martın əvvəlləri bizdə ağır o. Dədə-babada kiçik-kiçilədir, soyuq olan. Havaların çox Hə, dəyişməyi. yox, soyuqluqdan söhbət gedir, yuxarı soyuq. Amma o deyirlər yayda uçan quş, qışda uçan quş yayda uçmur. Amma biliyorsan qışda da quş yanır uçur. 6 saat, 7 saat. Amma yayda da görürsən hələ nə qədər uçmasa 5-6 saat uçur o quş. Nə üçün? Bunların hamısı dursun da qışda da. Düzdür. Yayda necə axıra 3 dənə, 5 dənə quş qalıb 50 dənə də quş tutsun, axıra 5 dənə, 3 dənə, 7 dənə quş qalır da. Düzdür. O upor hansı ki bir-birinə necə deyər, dirəşir də. Bəhsə, hə. Düzdür. Hə, ondan ki, qışda da bir görsən axırda 3 dənə, 5 dənə quş qalır. Mən olub məsələn burada yaşayanda saxlayırdım. Bir gördün olurdu ki, il boyu mən quş uçurdurdum. Hə, 3 dənə, 5 dənə gördün, aha, özün göstərdi, saxlaya oynağa çıxartırdım. Ya məsəl üçün indi bax burada yaşayanlar balanın tüləyən vaxtıdır. Kimin şəraiti var, işığı yandırsın, balalar tüləməsin. Hə, tüləməsin bala, sentyabr, oktyabr gözəl aylardır da. Gömgöy, uçur cəlt edər. İşığı 7-dən yandır, 11-ə qədər quşxanada. Quş da girir quşxanaya, görür işıqdır. O hiss eləmir ki, payız gəlib. Ehtiyac olmur, tükün atmır. Bir də belə bir şey olurmu doktor ki, məsələn deyirlər ki, bəzən görsən yayda uçmağa öyrəşən qış, qışda çətinlik çəkir, qışda uçan yayın istisinə öyrəşmir. Nəsə belə bir suallar çoxdur. Sual çoxdur. Hər ayın öz fikri var, bilsən necədir. Mən valla öz praktikamdan götürürəm ki, mən çalışıram ki, quşu özümə korreksiya edim. Öz necə şəraitimə, öz rejimimə. Quş məni qulaq assın. Papaq uçan quşdan mən bala almıram. Bir dəfə alaram, bilirəm ki, hə. Çox adam bir şey, bu yazıq uçurdusan. Bu istəyir uçur da, bunun olsun 7-8 yaşı var, uçur. Hə, mən bunu nöşatım ora. Onun orada balası da var. Praverinin balası. Uçub. Bacıları var məsəl üçün. O nəsil var da, toxum var da, toxum var məndə. Zaten o verini quşdur. Nə qədər qalxsa uçmasa 4-5 saat uçur, 6 saat uçur. Həm də o özündən baxarsan demək. Çünki idmançıdır da bu bala böyüdmür. Bu ancaq elə bunu motivasiya eləmişəm ki, bu ancaq uçmaqdan zövq alır. Balalar da uçub, amma görürəm ki, fakt bunun geni üstündə gedir, qayıdır. Pastayan da formadadır. Yəni uzalığı da bilinmir. İnan o quşu qaçırmışam mən. Bir dəfə onu deməli erkəklər mayalardan ayrı olanda nəsə sluçayni gedib girmişdi. Bu girib erkəklərin arasında sluçayni. Təsəvvür et 70-80 dənə erkək bu bir dənə maya düşsün. O qədər döymüşdülər bunu. Ümumiyyətlə mən gəldim, çıxdım, başının hissəsi hində keçəldi. Bax, toxum olanı da yeyirdi. İnan Allaha, sümüyünü də çıxartmışlar. Bu belə deməzdim beyni. Gördün ki, nəsə bir yumşaq bir şey var orada. Düzdür, Vastanoviç oldu. İndi tük yoxdur orada. Amma fakt uçur da. Mən niyə uçur? Çox deyil, bəsdir da. Bəsdir üçün bu yaranıb uçur. Düzdür. Bir də siz uçurdanda belə şey fikir verirsiniz, yoxsa küt uçurdansınız da, özünüz uçurtduğunuz vaxtlardan, vaxtınız olduğu müddətcə. 50 dənə quş uçurdursun, məsəl üçün, mən izləyə bildiyim qədər fikir verirəm ki, hansı-hansının parasıdır. Üstünə, o göydə parlaşma. O mütləq lazımdır. Mütləq, başı quşlarına xüsusiyyəti odur da. Parlaşma göydə. Uçumyanı, məsəl üçün, o bir uçumyanlarla ki, görə bundan sonra. Sarturovkada belə uçuş 100%. Məsəl üçün, məndə orada quş var ki, papaşdı, bugün 10-cu qanaddır da uçurdu. 10-cu dəfədir uçurdular. O quş hələ formaya düşmür. Amma bilirəm ki, formaya düşsə uçur. Yaxşı uçur. Lap belə keyfini istəyir. Amma hələ saat yarım, 2 saatla, hər il belədir da, bu gec, necə deyim, formaya gec düşür. Şimdi mən onları atmışam balalarla. Dünən gördüm, balalarla 3-4 saat yandı. Значит, bu yavaş-yavaş. Şimdi bir dənə də yaşayan küləyə olacaq. Amma quş da var ki, heç ehtiyac yoxdur. İndividualni da, qardaş. Hamı insanlar müxtəlif olduğu kimi canlıdır, heyvan da müxtəlifdir. Güclü qabiliyyəti əlbəttə ki. Canlıdır. Əlbəttə ki. Amma bu sentyabr, oktyabr ayından istifadə eləmək Bakıda mütləq lazımdır.
Mütləqa. Hayıf da o vaxtları işıq vermək quşxanada 11-ə qədər. İşte bu balalar tüləməsin. Все. Çünki oktyabr, noyabr, dekabr ayında çıxan balalar sırazı düşürlər tüləyə. Bukvalni 10 gündən sonra görürsən ki, başından başladı tüləməyə. Ona görə indiki balalar var. Sentyabr balası mən çox xoşlayıram, avqust balasını. O balalar realni yaxşı olur. Həm hər tərəfi fiziki sağlam böyüyürlər. Fiziki. Sən necə düşürlər, məsəl üçün, avqustda çıxan bala olub məndə də, məsəl üçün, sentyabrda uçurmuşam onu, oktyabrın əvvəli görmüşəm ki, bala deyir sözünü. Həm saxlayırsan onu, tülə, qış, payız, qış. Şübhənləşir, çatır növbəti. Mən onu çəkmişəm ayda qanətin, bu bir sezon görürsən ki, yaradır. Bayaq elə onu sual verəcəkdim, yaxşı dediniz. Qənədini çəkməyi niyə görə çəkirsiniz, nəyə lazımdır? Abizasiya. Onu çox adam, məsəl üçün, Elhamdülillah. razı olur, çox adam, məsəl üçün. Yo, o mütləq lazımdır. Gördüm, mən əvvəldə göstərdim ki, necə, bax formada, nəyə görə ki, o qardaşlar inciməsin, quş uçururlar, bunlar yarışı, quşlar nə gündə idi? Quşun tükü tökür. Mən də şeylər niyə töküm? Çünki vaxtında çəkmişdim. Hansı ayda çəkirsiniz siz? Mən əvvəl mayın 1-i çəkirdim. İndi biraz bu havalarla əlaqədar olaraq 15-i çəkirəm. Mayın 15-i. Bütün qanadın da, quyruğun da uclarını kəsirəm 1 sm. Qanadın da, quyruğun da. Vəsə. 15-i də yoluram, quyruğun da, qanadını da. Vəsə. Yemi üstünləşdirirəm də. Bir yağ dedim ki, bloku çoxaldıram. Vəsə. İşte bu vastanavleniya yaxşı geçsin. Bir də ki, çinmək. Əlbəttə ki, çinmək. Bir də ki, rejimlə vaxtı izləyir. Çünki çox quşbazlar hərdən deyir ki, bu gün quş uçmadı. Niyə uçmadı? Hava da gül kimi. Uçmamaq elə də yoxdur dediniz. Onlardan biri də, məsəl üçün, mən də gördüyümdən uçan quşu bir də xama tərif etmək. Bu öldürülmüş. O vəbşə, yox, o başqa şey. O quşun uçuşuna təsir eləyir mi? Конечно, quş var ki, 3-də 4-də gəlir yazıq. Başıma qatdı, çox görmüşəm. Başıma qatdı, gəlir 1 saat dincəlib heyvan, saat yarım. Altın yarısı xam gəldi, bir dənə başmağını atdı, quş yenə getdi, qaldı getdi. Axşamı camışım, xam gəldi, ora sonra quş olub kirişi. Gəldi, girdi, girməlidir yerinə. Məndə elə bir onlar uçanlar elə ki, mən ehtiyacı, o düşən kimi birinci suya yox, gedir ki, içəri, kölgəyə gedir. Mən elə onu da sual vermək istəyirdim ki, elə şey fikir verirsiniz ki, kölgə. Gələn kimi içəri, o girdi kölgədə, oturdu 1 saat, 2 saat idi. Gəldikcə salıram içəri ki, suyu da ki, sırazı qoydum, naxadı çox qoymuram su içsin gələn quşlara. Bu ildə bu neçə il bir bəla çıxıb da, göydən quş gəlir, yerə partlayır. Mən bilirsən, bilmirsən, çox adamda olur. Dostları da çox olub. Məsələn, keçən il məndə oldu açığı. Hələ biri göydə olan quşların birində də güclə gəldi, girdi zeytun ağacına. Çox bir maraqlı bir şey idi. Polunu özünü itirib. İtirir, heç qanat vura bilir, yumurlandı, olur. Gəlir, düşür, partlayır da. Ölür də heyvan. Nəfəs çəkdirəm. Çox fikirləşir. Mənə elə gəlir ki, o salmonellanın problemidir. Çox güman ki, o salmonella. Çünki o salmonella elə bir xəstəlikdir ki, o salmonella məsələn neçə kilometrə yayıla bilər hava ilə? Tutaq ki, o hava ilə yaranmır. Yox, o paramikrovirusdur hava ilə yaranır. Salmonella quşxanadan keçir, ayaqqabı ilə gətirə bilərsən. Daşımaq vasitəsilə. Buğda ilə gələr, siçan gətirə bilər onu, sərçə gətirə bilər. Paştoqlar daşıyıcıdır. O ola bilər. Salmonella odur ki, özü salmonella bir yağda deyir, o bakteriyadır, virusdur. Toxumlu quşxanamızda çalışın ki, belə deyək də, yad quşlar, o çölgərçinləri, məndə quş gedir, gəlir. Gedir, gəlir. Bir də olsa qaçırdıram. Bir həftədən sonra quş gəlir. Mən o sıra atmıram quşxanaya. Gəlir, xətçə bu bir həftə o karantinli bizim hospitalda deyə belə. Atıram, qalır orada, baxıram, normal nisasdayım, sonra atıram. Çünki o bir həftə bunun başına nələr gəlir, kim bilir. Harda qalıb, necə qalıb, bilmiyorum. Bəlkə tutulub məsələn. Əlbəttə, hər şey olar. İndi tutulub baxırsan da, qanadına baxırsan ki, sancaq vurulub, ya ipdir, onu bilirik. Amma quşun obşu sastayansan bilirsən ki, bu ya tutulub, ya tutulmayıb. Amma sən onu karantində qalmalıdır quş, mütləq. O şahapər quruluşunda zaten məsələn əlamətlər deyirlər, elə şeylərə ümumiyyətlə baxırsın. Yox, lazımdır. O 1, 2, 3, 4 şahapərlərdə biraz aralara baxmaq lazımdır. Qayçı kimi olmalıdır, ona baxın. Bir də ki, götürəndə əlbə quş hiss etdirməli ki, mən quşam. Açılır, polni. O da şərtdir. Quş var ki, görürsən ki, qanat bir damcı açılır. Sonra elə bir şey zorla, sınıqdır. Amma biliyorsun, götürürsən, görürsən ki, o qatlanan görürsən ki, o hamısı genetik şeylərdir.
Bu da özünü göstərir quşun. Əlbəttə, əlvə qoxursan, görürsən ki, skeleti uca düzdür bunu. İnsan necə fərqlidir? Biri canlıdır, biri görürsən ki, heç idmanla məşğul olmur, fiziki formadadır. Düzdür. Havayı bax gör necə fırlatdı hava. Dəyərli dostlar, bu təmiz ağal cinsi. Hə, baba bu yerdəki saxsağana bax. Bu qabaqdakı. Hə, baba bu gedir ha, bax. 16 düşdü, bax görürsən. Bax o da yaxşı uçur var. Bax bax bu qara saxsağandır. Hə, qabaqdakı bu da. Hə, bax bu da. Ağalı cinsi. Hə, bax bu zirələr şeydir, bax. Bunlar zərli boyun deyirlər. Hə, zəhri boyun. Bax bu hər şey. Ondan sonra görürsən bax əbreş boyun, bax yanıb orada. De, gördün? Böyrüsü var. Bax. Təmiz əbreş boyun. Onun bir 12 yaşı var onun. Maşallah. Dostlar, bunlar ağalı cinsidir. Yəni baxın əzbərin, göymay. Göyəbulaq. Göyəbulaq. Bax bu da bir 410 sərasər uçub. Bax gəl bir yana. Məsələn sonra bax rəhmətli bax ağalın qara kamil bax xırda lələklər var. Sonra qalın dolaqlar var bir dənə görüm harda dolar. Ağları var burada. Qalın dolar. Hə, qalın O xanədəki deyil. Yox, yaxın bayırdadır. Ağlar var bax. 3-400 bax bu. Dedi bir üzbəyiz olan nədir? Yox, o xırda bax o dolardandır. Bax sonra o göy boyunlar, göy saxsan, onlar hamısı bax Səyidgilin quşlarındandır. Hə, Ha, bu qırmızı boyunlar, morra, hamısı. hə. Səyidgilin quşlarından. Bax görürsən yenə bir dənə bir çıxmışdı keçən. Balası zoğalı. yaxşı uçur. Hə, yox, zoğalı o birisidir. Bax bu göyərə. Göyəbulaq. Yaxşı uçur ha. Yaxşı uçur bu. Qaranın quşlarından. Bax bunların duruşu da görürsən necədir? Bir başqa cür. Hazqaranın quşları. Dostlar, bunlar da Hazqaran quşudur. Paxotkanı örgəni mən əzbərləmək üçün. Duruşda da bax görürsən bunlar bir interesli duruşları zadı bax. Görürsən. Baş quruşlar da fərqlidir. Başqa nə? Duruş da fərqli. O opşi stoykaları bir ayrı-ayrı. Yəni ağa bax gör necə dayanır. Görsən qarın lələklər bax, ona bax, o da. De baba Kamil rəhmətli üçün ağlarındandır bax o. Ayağında Ağ, çılpaq. Bax. Ayağı üstüz, hə, gördüm. Yox, o cır quyruq maya. Səp. Ha, bu tutuğuz. Tutuğum. Bax bir dənə də ağ olmalı. De baba, elə bax xanadakı. Xanadakı bu. De baba qalin dolaq var. Ha, aşağı. O dolardan. Qara Sonra gəl bu yana. Bax bu balaları Əli bəy verib qatacağam quşlara. Yaxşı uçurdular. Əli bəydə də sayları yaxşı uçub. Şeydir, daldırnaq kəsi erkəkdir. Bu Fərid dostumuzda idi, o tutub. Boz quyruqdur, yaxşı uçur balaları. Gəldi məndə bala verdi, sonra bala vermirdi bu. Fərid apardı, nəsə hələ deyir, dayanır, bala vermirdi. Sonra bax, bu erkək, bu tutulmadır. Şimdi bu bala tutulub bu quş. Bala tutulub bu laf belə yaxşı uçuş uçub belə. Adam bilirsə utanır deməyə, yaxşı uçub. Sonra bax məsələn bu göz xaldı. Bunlar da yaxşı uçub. Bunlar Onun bambaşqa. ikilər görsələr deyərlər ki, bu başqa şey. Yox, bu qədimi bax fikir ver gözünün xalına onu. Gör necə. Onu yaxından çəkirəm ki, görsünlər. Görsən bu bambaşqa bir şeydir. Bizimkilər deyir. Bizimkilər bir neyə balacadır, Bakı quşlar iridir bax. Bax gör bax bu erkəyə bax gör nə boydadır. Bu yaxşı saat uçub. Onu hansı ki heç kim əldə buraxmaz. Görsən? Bax balaca bir şey. Yəni bir dənə Qırmızı başdan çıxmayıb da dostlar. Qırmızı boyundan çıxıb. Yəni bizim köhnə cinsdir. Yox, belə yaxınlaşdırıb çəkirəm dostlar, düşür. Ha, bax o gəlsin. Baba bu düşdüyü xanadan bax, iki ayağında üzüyü qırmızı, bir də nömrə balalıqdan var. Burada yalan olması 4 dənə qan var, razın şeylərdir. Ha, bu ağmay, bunu da bir 4 il uçurtmuşuq. Bunu bala vaxtı qaçırtmışdıq, sonra nəsə satdılar, aldı, tutulmuşdu. Sonra 3 il dalbadal yaxşı saatlar uçub. O mayanı görürsən, deyir bu uçaq mayanı. Aha, qırmızısı. Hə, o boz quyruğun balasıdır, ona da bir 4 dənə razın qan qatılıb. Maşallah. Raz. Bax, gəlib ana balı ilə cüt düşüb, balası da damda da uçur. Yaxşı da uçur. Özləri cüt düşüb. Ana baladır. Amma atası ilə bundan da yaxşı uçurdu balası. Niyə görə? Deyirəm, özüm baxıram da o parametrlərə. Görürəm ki, ondan qat-qat üstün idi. İndi yəqin ki, bunu ayıracağım. Atası biraz demirəm, narahat, kefsiz idi. Ona görə atdım.
Bax, bu baladır bu. Nömrəli zatdır. Bax, bu da rəhmətli Kamil əmin uşaqlarından, Qara Kamil, ağlarından. Gəlin dolaq. Bilirəm də özümlə qatıram da. Bax, bu bozquyruq da tutulmadı. Bax, bu erkek. Fərid demirəm, dostumuz tutub. Onda bala ala bilmir. Biraz başında da problem, necə problem? Fəriddə tutub bu problemi. Uçur, yaxşı uçur, pis uçmur. Normal. Bu ağ dedim, Maya bax. Dedi, bax, bunu 4 il uçurmuş. Onu heç kim bəyənməz. 2 ayağında görürsən, bir ayağında qırmızı üzü. Birini sarı. Bir ayağında sarı balalıqdan taxılma üzü. Yaxşı saatlar uçur, belə, valla. Ürən istəyən. Hə, adam birisi utanır. Vəhdi sualım, tülək vaxtı doktor nə etmək lazımdır? Göyərsinə. Tülək vaxtı ən çox qardaş bax, su çimməlidirlər. Ən çox quş çimməlidir ki, rahat keçsin. Tülək nədir? Qışa hazırlıq. Qışa hazırlıq nə üçündür? Çünki o hiss eləyir ki, günlər qısalır. Qışa hazırlıq getməlidir. Ya tükün tökür ki, qış Dəyişir. Bax, görürsən ki, əsas xırda tüklərdir. Birinci bundan başlayır quş. Özə ki, biri görürsən ki, girirsən, o gələn ay olacaq, sentyabrda. Gecə quşları salmısan, səhər çıxırsan, açırsan, o nə qədər xırda tük tökür. Ola bir gecə yox, xırda tükün çox faizini tökürlər. Amma sonra başlayırlar qanı. Bala quyruğunu tökür. O avqustda başlayırlar bu şey bala. Yemləməsi məsələn necə? Mütləq. Nə verir sizə məsələn belə deyək? Məsəl üçün tülək başlayanda quşun qarğıdalını çoxaltmalısan. Biloqdur da. Çünki bədəndə istehsal gedir. Düzdür, düzdür. Düz. Bədəndə istehsal gedir. O istehsal eləyir ki, formaya salsın özü. Sən də onu götürgün hələ tək buğdanı vergin ona. Ona görə göyərtini də həmişə verməlisin. Abizatini. Mən məsəl üçün il boyu biz bunlara göyərti veririk. İl boyu otdur, doğranılır, tökülür. Kələm verilir. Kələm üçün vəbşə bunların ürəyi gedir. Xırda-xırda kələmi doğrayırıq. Gül kələmdir, belə kələmdir. Balaca da yaxşı yeyirlər. Hə, balaca bir dənə kahını vəbşə. Balaca biraz duz verir, vurursan izlə şişirini. Bəs elə yeyirlər ki, il boyu biz veririk. Duz vermək lazımdır. Çox adam deyib görsən ki, duz qoyub. Ehtiyac yoxdur. Çünki Abşeron onsuz da şorandır. Torpağında şorluq var. Yağışımız da şordur. Ehtiyac yoxdur. Və belə şeyə fikir vermisiniz doktor. 12-dən 16-ya deyirəm də quyruq sayını 12, 13, 14, 15, 16 tüklərin uçuşunda oynamağında fərqə ümumiyyətlə adam var çünki belə şeyə də yəni diqqət yetirirsiniz. Təcrübə eləmisiniz. Valla mən elə şey çox eyni şey. Buyur. Buyur. Biz bu da çoxsu düzdür. Quyruğa fikir verir, quyruğun enliyinə. Quyruğunu kuşu yerdən qaldıran qanatdır, quyruqdur. Qanatı Həmişə, o. Quyruqla oynamır. Çoxsu deyir, eyni quyruq, 16 tük, 17 tük. Bəzən eşidirəm ki, deyirlər ki, məsələn 12 tüklərin oynağı başqa cür olur, o mənada. Əvvəl var idi, quşlar gedirdi ki, məndə də olur. Bunlardan da hərdən bir görsən çıxır. Uçurmuşsan gedib, gələndə görsən bir qırmızı qənətdir. Partladır qənətdən. O olur. İndi demək olar yoxdur. Yenə də deyirəm, biz Bakı quşunu axıra qədər uçurda bilmirik. O quş saxlayanların əlindən. Quşbaz yox. Mən məsəl üçün nə edirəm? Xambazların. Hə, xambazların, o mərdimazarlar. Mən quş olub burada, quş tutmuşam. Quşların altının yarısı quş gəlib. İsmail. İndi and ismi artıq şeydir. Ağzı üstə deyibdi amma. Düşüb, quş inandırım səni bir 2 dəqiqə yubansaydım, o quş qalxıb yenə gedəcəkdi. Saldım içəri, şahım 2 il bundan qabı bir dənə boz quyruq hər şey gəldi, düşdü. Onu bilməm kim uçurmuşdu, indi quşbaz uçurdu, amma bir barədə ki, ağzızıqlı o cürünü, yekə balalı quşu uçurma biraz düzgün şey deyil. Saldım içəri quşu, quş normanı uçmuşdu. Balalı quş yüngül olur, ağzı da zığ, özü ki, əməlli zığlı idi. Nəsə saldım içəri, götürdüm, baxdım quşa. Qışdan çıxman quş idi. Qəşən şahbərlər, zat təzə hamısı. O quş buraxılmalı quş dördü əldən. Mən onu gecə yedizdirdim, qəşən keyfin üstə. Səhər dama çıxanda gördüm setqəyə yapışıq. Güncəlib ki, mən bunu bilsən, şərait məcbur elədi, düşdü heyvan. Həm balalı quşdur, həm də ki, daha altının yarısında haçan qalxmışdı, Allah bilir. Şahin, inandırım sən, qapını açdım. Quşlar çıxdı, bu da çıxdı, yandı, baxdı. Qalxdı, 2-3 quruq aldı yerdə, getdi. Mən o, məsəl üçün, bir sənmiş buraxdım o əldən, ağzı zığıldı, məşq o geçsin. Günahdır, amma quş idi.
Bu da değerli dostlar verdiği vitaminlerden. Bakın tərkibində A, B, D, ne bileyim C, sink. Değerli dostlar, bu da qurd dərmanıdır. Rasiski, yani Rusiya istehsalıdır. Onlar da qabağınıza, rastınıza çıxarsa alıb istifadə eləməyiniz məsləhətdir, tövsiyə olunur. Hamınızı salamlayırıq əziz dostlar. Bir dənə belə deyim, bir yaxın qardaşımız quş axtarır. Sadəcə, yəni məqsəd nədir? Maraq üçün ki, quş hara düşüb. Nə belə pısmasın, quş dalınca gedən deyil, nə istəyən deyil. Kimdə də tutubsa halal xoşu, heç verməsin də o da istəmir. Sadəcə bir dənə məsəl üçün o etika, mədəniyyət xatirinə, insanlıq xatirinə bir dənə desin ki, məsəl üçün bu quş mən tutmuşam filan yerdədir. Yerini bilək ki, uzağa gedib, yaxına gedib. İndi quşun əlamətləri bu gördüyümüz kimi belə bir. İndi bu üçdüşdür, o gedənlər məsəl üçün piyorka, dörddük, eləsi də var. Belə bu cür budunda xal olan da var. Ən əsas nişan da deməli quşla üzbəyiz dayananda sol ayağın üzbəüz dayananda sol ayağında, quşun özünün sağ ayağında hər iki yanından dırnağı bu cür kəsiydi. Yenə də belə deyəm, Allaha xatir, insanlığa xatir, sadəcə bir dənə yerini desəz, elə bir ki, böyük bir yaxşılıq eləmiş olarsınız. Dostumuz da məsələn rahat olardı ki, quş məsəl üçün hara gedib, o nəsli artırmağa dəyər, dəyməz. Sadəcə məqsəd maraq üçündür. Minnətdaram. Deyim, növbəti sual doktor, o göyərçindən ayağın rənginə fikir verirsiniz. Köhnələrdə görmüşsünüz də orijinalları. Bildim, Yunanlarda qırmızı olur, o deyirlər. Bilirsiniz, o sağlamlıqla da əlaqəli olan şeydir. Sağlamlıq da böyük şərtdir ki, adi sağlam quşunu da götür, ətini sinədən ayır, bax rənginə, rozovdur. Xəstə quşunu görəcəksən, gömgöydür. Bu özü bir şərtdir. Ona görə qardaş, gəlir hamısı. Yəni olub da, prosto indi deyirsiniz ki, həm orijinallığa da aidiyyəti var, həm xəstəliyə, sağlamlığa. Əlbəttə, xəstəlik qardaş, hər şey xəstəliyin başının altındadır. Onu formadan salan eləyən. Hər vaxt o xeyirdir, bir dostumuz da gəldi. Məsəl üçün, bu buxarlı havalarda, belə deyək, quşun uçmağı, belə deyək, nə deyə bilərik dostlara? Dostlara nə deyək? Yəni, bugünkü havanı gördün, səhər necədir? Buxar. Buxar, rütubət, elə bir şeydə nəmişlik. Parnikov bir şeydir. Gördün, yardılar, getdilər. Gördün, mən məsəl üçün, gələn oldu da məsəl üçün 3 saatda, 4 saatda gəlir. Amma fakt yardılar, keçdilər. Nə üçün? Çünki hazırdır. Amma çox kuş yara bilmir. Çox adam deyir ki, avqustda sərdüzdür. Avqustda atması isə, amma bugünkü gün fakt bugün güclü istidir. 3 gün bundan qabaq da dəhşət istilər var idi. Mən o günü də uçurtmuşam. Məsəl üçün, o günləri uçurtdum. Dedilər istirahət, bir gün istirahət verirəm mən uçan quşlara. Baxıram səsləyəlisiniz. Çox uçanlara bilirsiniz 2 gün verir. Hə. Dedilər uçurduma. O bərk gilavar oldu bir dənə. Mən uçurtdum. Yəni 5-6 saat uçdular həmin quşlar. 5-6 saatla gəldilər, vəziyyətləri yaxşı gördü. Amma fakt qayıtdılar. Hə, o özü də böyük şərtdir. İndi bir gün də nə uçarlar? Uçarlar da. Allah bərəkət versin. Düzdür? Düzdür. Hə, indi dostlar hələ ki buradayıq. İndi qismət olsa o el nişanlarını çəkəcəyik. Artıq 6-cı sahada keçirlər. Allah bərəkət versin, bədnəzərdən qorusun. Elə neçə gün bundan qabaq televiziyada deyib ki, 40 dərəcə istilik gözlənilir. Yox, mən bilsən çox şeylə nə barəyə 40 aran zonasında olur. Abşeronda olur, redk olur 41 gün, 2 gün. O da ki, dəqiqə söhbəti var, qalxır pik. Olur, mən səninlə şərik. Amma Abşeronda bilsən necədir? Uçmayan 25 dərəcədə də uçmur qardaş. Düzdür. Düzdür, orası da. Sabahları mən məsəl üçün vaxt olub ki, gəlmişəm Kəbləyə Allahşa. Qışda gəlmişəm, dekabr ayında. Qurtum deyamayım, atmışam 3 dənə, 4 dənə quşu. Səhər uçurmuşam. Bir həftənin içində saatı yığılır.
göm-gör qış soğuq havada, dekabrda, yanvarda uçurmuşlar. Səhərdən hava qaralanacan uçublar. Bunun canında necə güc var, necə qiriyyəti var ki uçub da, düzdür. Yoxsa hələ hamısı uçsun da, niyə uçmur? Əlbəttə. Bir də belə bir şey soruşum doktor. O bərk küləkdə quş uçarmı saat göstərər? Niyə uçur? Düz külək olsun, yarıb keçir. Gücü olan quş yarıb keçir. Saat göstərir. Niyə göstərmir? O qədər göstərmişik biz saat ki. Biri görsən quş yarır keçir, dayanır yarmamadan yuxarı, axşama qədər dayanır, keçər. Onda yuxarıda külək bərk olur, понятно. Amma biri görsən yarır keçir ha. Bəh. Külək bərk külək, istəyir bərk yıla var, bərk xəzirdə yarır keçir. Gücü var ki, yarır keçir də. Gücü olmasa bu necə yarır keçər? Həm də praktikası da var ki. Əlbəttə ki, hamısı nöş yarıb keçə bilmir. Düzdür. 20 dənə quş uçursan, görsən 6-7 dənə yardı keçdi, gücü var. Quş da var ki, görsən yeri saxlayır. Quş da var ki, gəlir, rahatladı özün, yardı keçdi. Bu qüvvədən asılı olan bir şeydir. Doktor, bu göyərçin saxladığınız müddətcə ən yadda qalan maraqlı və yaxud ibrətamiz bir hadisə olubmu? Olub, vallahi çox olub. Hələ əsas prikulçerlərimiz uşaqlıqda olub da, o çox bağda, bağda, saray bağlandı Qurd Dərəsində. Heç yadımdan çıxmır. Bir dəfə quşlarımızı oğurlayıblar. O heç yadımdan çıxmaz. O vaxt Civitnoy televizor var deyə. Təzə çıxartdı. Onun karovkasında quş saxlayır. Səhər durduq gördük ki, külək aparıb karovka. Quşlar da yoxdur. Arkası quşlar aparıb dəfiləyirlər ki, yəni yerin gedin. Onda da belə zabor zad yox idi axı. Nə vardı belə quş aparma? Bir də o heç yadımdan çıxmır. Uşağı idi, saray bağlandı, quş tutduq. O vaxt deyirlər ki, arxa dırnaqlarını Kamal Axundov keçirdi. Hindiyə qədər yadımdadır. Kamal Axundov da dostu, bilməyənlərə izah verir, Sumqayıtın katibi olub da. Bax, uşaq idik da biz də, məktəbdə oxuyurduq. Arxa dırnaqlar kəsiydi. Hindiyəcən axşamüstü tutduq o quşu. Sluçaydı da biz nə oradan ora qaçırdıq quşun. Quş həm də uşaqdan çox elə qorxmur, biz. Tutduq o quşu. Hindiyəcən yadımdadır. Gözəl bir quş idi. Xınayı rəngdə təmiz yovşan. Hindi yoxdur onlardan. Bilirsən nə, pasrəngi yovşan idi. Yox, dəstə yovşan quyruğu. Pasrəngli quşlarımız indi yox. Bax, o quşu gəldilər, bizim əlimizdən aldılar. Ağlaya-ağlı. Hindiyəcən yadımdadır ki, inan onun dalıcan gəldilər, yaşlı adamlar aldılar. Bizim də bir qonşu vardı, onun o dedi ki, gətirmir. Biz də vermirik ya, uşağın. Ora-bura nəsə aldılar əlimizdən. Qismətdir də, hər şey. Sual doktorun öz söhbətindən çıxartdığım belə deyim bir sualdır. Bax gör da, İsmail, bax gör biri bitdəndir. Red qıslı şimdi da bu təbii şeydir. O ay bit. Neçün? Çünki bunlara ildə 2 dəfə biz sprey vururuq. Bir dənə tuturuq, vururuq sprey. Təmizləyirik. Bu narujni parazitlərdir. Bir dəfə vnutrini qurtu, ildə də 2 dəfə qurd dərmanı verib qurdlarını tökürük. Vəsə, ondan sonra müalicə başladı. Yəni biti olan quşla biti olmayan quşun saatında fərq olur. 100%. 100 yox, milyon faiz. Ne üçün? Çünki qardaş bu dişləyir də bunu. Bu parazitdir də. İtdə də o parazitdir. Biri dişləyir, biri qanını sorur. Qanını sorur, bu əlbəttə ki. Necə eləmək olar onu durun, mən deyim ki, bu. Göydə bunu sancırsa, bu məcburdur. Düşür yerə görsən atlanır. Ne üçün? Çünki onu dişləyir də. Narahat edir. Əlbəttə ki, narahat edir. Özümüzü bir dənə ağcıqana dişləyəndə necə qaşınırıq? Bu heyvan da elədir, canlıdır da. Prosta çox adam başa düşmür ki, canlıdır. Olur bir də görsən ki, ağ yeldir. Olub, məsəl üçün, indi adını çəkmirəm, uşaqlar, dostlar burada. Hələ burada, gəlin mənə 5 il, 6 il bundan qalıb, gəl gedək, biz quş uçurduruq. Falan dedim, qardaş, bir quş uçmaz, getməyin. Deyir, nöç, mən çünki səhər-səhər dururam, baxıram havaya. Gördün, sən indi gəldin. Mən gələn kimi sən uçurdardım da, nöç, mən özümü anladım. Vlaqa var, mən necə anladım onu? Çox adam olar cüt vurmaz. Bax, qara boyunculu ilə qırmızı boyunculu. Görsən, bax. Onlar yalan olması 8 ildir cütdülər. 8 ildir, baba. 8 ildir onlar cütdülər. Pis də uçmur vallahi. Maşallah olsun. Allah bəd nəzərdən qorusun. Və belə deyim doktor, o yaxşı uçan quşu yerdə hansı əlamətindən təyin eləmək olarmı, olmazmı? İndi maşallah praktikamız var. 100% olsa 100 şeyin, hər şeyin yüzünü Allah bilir, aydın məsələ. Təbii ki. Biz təxmini bildiyimiz əlamətlərə görə. Əlamətlərə görə Biri al, bir şey bilsən, bəsdir şahid bir şey. Bir də ki, quşun uçuşunu göy bildirər, qardaş. Nə olsun, yerdə hamı deyir, düzdür. Normativ var ki, o standart görsən ki, məsəl üçün, mən burada quş tutmuşam.
o quşda uçma əlamətləri hamısı var idi. Hamısı nə deyirdin, 12 tük bir dənə göz xallı hər şey idi. Nə parametr deyirdin, onda var idi. Qurşavidnist, Bakı quşunun ən birinci forması. Armudu yəni. Ha, o idi. Sonra canım sənədisin. Quyruq düzümü. Hamısı. Mən o quşu saxladım, uçurtdum. Heç nə. Bala aldıq, 3 dənə, 4 dənə maya ilə bala gördük, balalar. Uçur, zehirli balalar var, amma heç nə. 1 saat yarım. O da işləyir axı. Bunu saxlayırsansa, bacar gərək bir yaxşısını saxlayırsan. Əgər əziyyət çəkirsənsə, bunu indi uçurmaq lazımdır. Uçurmaq. Ancaq qardaş saxlamaq lazım. Biz 17-ci ildə o cürlə biz rezultatımız oldu. İndi orada rezultatın içində yenə deyirəm, Ataş da var idi. Ataşın əziyyəti. Bir də ki o vaxt quşları Etibar uçurdurdu. Trener Etibar idi. Salamlayırıq Etibar. O idi əsas trener. Uçurdu. Mən oturmuşdum oradan zəng vurdum. Bunu bu gün uçurma, bunu belə elə. Bunu nə bilim, hava pisdir. Kamera ilə baxırdım, deyirdim, tələsmir. Bir gördüm, baxıram kamera ilə, Etibar gəzir həyətdə. Zəng vurdum, nə olub? Deyir, məsəl üçün, görürəm də ağaclar kamerada vəziyyət. Hava xoşuma gəlmirdi. Hava da böyük şərtlərdən biridir axı. Düzdür. Belə deyim, bunu doktor sevərlər də belə deyək. Bu sualda onlar verir ki, doktor kimdən, məsələn, ölgənib. Vallahi indi də öyrənirik hələ. Ümumiyyətlə bu vaxtacan, o heç indi ağıllı adam Bismasın qəbir evinə qədər o Peyğəmbərimizin. Təbii ki, vallahi yenə deyirəm. Hər praktikada da yenilik olur, əlbəttə ki. Bilirsən necədir? Səhv onsuz da olur, İsmail. Düz. Çalışırıq ki, olmasın da. Neyini? Adi evlad da böyüdürsən, bilirsən ki, nəsə səhv eləmirsən. Fikirləşirsən ki, mən bunu belə etsəydim, bu olmazdı. Xoşsam o heyvandır da indi. Yenə deyirəm. Mən nə bilim, vallahi elə mən günü bu gün də elə nəsə çıxır, oxuyuram, baxıram, qulaq asıram. Görürəm ki, məsəl üçün ağıllıdan nəsə məsləhət götürürsən, görürsən ki, bunu eləyir. Mən məsəl üçün neçə illərdir quşlar üçün nastoyka düzəldirəm, biz onu veririk. Qış ərzində biz pasiyan dərman vermirik ki, biz müalicəni qutardıq, Ataş qutardı müalicəni. Mən indi özüm burada gedəndə o bit dərmanı ilə qurt dərmanını özüm verəcəyəm. Arxasıca vitaminin zadını verdim. 2 gün vitamin verdim, məsəl üçün bal verirəm. Dalıca bir gün ya limon sıxıb verirəm sularına, ya sirkə verirəm ki, çünki bunların ən problemi istəyir, insan istəyir göyərsin. Problem bağırsaqdan başlayır. Adi o paramikrovirus... 0 nöqtə orada. Paramikrovirus paraliz gəlməmişdən qabaq görürsən quşun qarnı başladı durur getməyə. Gedir. Zəng vurur bir öz dostu. 3 gündür, 4 gündür quşlar qarnı gedir, amma o başa əyiləcək. Səhər zəng vurur, bu gün açmışam, 5-in başa əyilib. Çünki xəstəlik hamısı bağırsaqdan gedir. Ona görə 2 gün nəsə bir mən şirini şey verəndən sonra bal, ya bilirsən varinə suyu baxır da. Çünki o fruktozadır. Onu verməlisən mütləq. Çünki bu, məsəl üçün, zəhər verirsənsə, bu paraziti salırsa onun qarnına, o zəhərdir də. Düzdür. Bu da incə bir heyvandır da. Onun qaraciyər sistemi bir unikal bir şeydir. Ona görə dalıca mən, məsəl üçün, qurt dərmanı verdim. Dalıca bir gün su verirəm. Qurt dərmanı 2 saat ərzində götürməlisən. Çox lazımdır. Saat yarım 2 saat. Dəyişirəm mən onu. Bir gün. Səhər adi su verdim. Sonra 2 gün dalbadal şey verirəm. Məsəl üçün, ballı su, ya varinəli su verirəm. Şirə. Özlərinə də ləzzət edir. Elə priyatni içirlər o şeyi. Varinə başı priyat. Baldan bir spesifik tam var axı. Onu yox, amma varinə suyun elə priyatni içir bunlar. Görürsən ki, ləzzət edir. Bu heyvandır da. Onun da ağzında adı var. Düzdür. Əlbəttə. Nöşün zəhər yemir, buğdanı yeyir. Bala vaxtı atırsan, menyuda görürsən, filan qədər məsəl üçün, vıbır yemək var da, menyunun içində. Çeşid. Görürsən ki, bu ona lazım olan. Balaca olanda heç vaxt görməzsən ki, quş qarğıdalı hissi. Amma bala böyüyən kimi görürsən, udur qarğıdalıdır. Ne üçün? Ona da rahat daxı, balaya qarğıdalı vermir. Bir balaca bala 3 gün, 4 gün süt verir, hansı ki, fakt. O vaxt görürsən, xırda dəni yiyir quş. O bizdən yaxşı bilir, ona nə lazımdır, balasına lazımdır. Allah yaradıb, özünə məxsus. Baldan sonra mütləq biz, mən məsəl üçün veririk limonlu su, sirkəli su. Doktor, sizin praktikada 2 dənə güclü
cinsi uçuşu oynamaqda belə deyək, güclü quşdan zəif bala çıxıbmı? Elə bir Heç vallahi elə çıxıb heç uçmaq istəmir. və yaxud tərsinə olubmu? 2 dənə belə deyim. Bəli, heç olur biri görsən ki, amma mən sənə bir dənə söz deyim. Yaxşıdan məsələn vurursan, yaxşı bala uçmur. No, это понятно, простите olur. Bilirsən ki, fərsizlərin balası uçur, amma mənim şəxsən, praktikamda bilirsən, o bala 2-ci il asesika verir. 1-ci il vəbşə bala ki, həvəsdə olur. Ona görə mən quşu 2 il, 3 il uçurduram, sonra atıram bura. Bilirəm ki, hə, bu özün doğruldub, hə, bu atmaq olar. Yoxsa hələ 1 il uçurdum, 1-ci il bala görürsən, quşun üstündə gedir də bala. Yəni sizin fikrə görə son necə məsələn bir zəif, bir güclü vurmaq yaxşıdır, yox, öz praktikaya görə. Yox. Sizin praktika. Mənim praktikama görə çalışmaq lazımdır, güclü ilə güclüyü vurasan. Güclüyü mən bilirəm də, məsəl üçün, indi liniya var orada ki, məsəl üçün, istəyir hacının quşlarında olsun, istəyir əhali quşlarında. Məsəl üçün, mən bilirəm ki, bunu vururam buna, bilirəm ki, bala sledin uçmalıdır. Əsas da yenə deyirəm, zehinə üstünlüyü vermək lazımdır. Dünən nə tufan idi, külək vermişəm balalar, bir ikisi düşübkən. Düşüb də. Mən əsmənəm süzü kimi üstündə, düzdür. Dünən uşaq bilsən necə, baxdım xərcədim, mən bu xərcini bir daha tutacaq. Çıxartdım oradan bir 70 dənə bala, eləsi vardı, 1-ci qanad idi. Eləsi vardı orada ki, keçən ildən oradadır, mən onu üsbət eləmişim. Vurdum, uçurtdum ki, qriyyəti olan gəlməli. Eləsi vardı ki, dünən yox, sırağa gün axşam qanatını açmışdım. Yox idi, axşama çatdırdı özü. Damdamı da olsa çatdırdı özü. Əsas odur. Yoxsa buradan deyib, məsəl üçün 6-7 da ev orada təpəsi üstə düşür, kül onun başına. Mən üçün həmişə deyirəm ki, mən kəndə düşən quş mənə lazımdır. Kimin quşu düşür, vallahi hamısı gəlsin, aparsın. Mən özləri də bilir. Amma indi düz deyir, dostlaşına da bilir, hamı olur. Amma ağlı olan düşməməlidir. Bəli, mən də onu deyirəm, düşsə də quşa düşməməlidir. Heç olmasa kirişədə tutulsun cəhənnəm, amma rahatlıqla quşa düşməməlidir. Yox, rahatlıqla düşməməlidir. Dəyərli dostlar, salmonella dərmanı da budur. İstifadə olunub, məsləhətdir, salmonelloz. Bu hara istehsalıdır, doktor? O Qalandiyanın olmalıdır sən. Ha, farma şirkət, Hollandiyanın istehsalıdır. Tapa bilsəz, istifadə eləyərsiniz. Ancaq qışda veririk bunu. Bu da balıq yağıdır. Doktor, bunu necə istifadə eləsin? Yemə qatırıq. Məsəl üçün, neçə kilo yemə nə qədər? 1 kilo yemə, məsəl üçün, bir dənə 30 qram, 40 qram. Qatırsan, qatışdırırsan, gecədən qoyursan, super bir şey alınır. Əladır, wow. Dostlar, bu da başqa cür qurd dərmanıdır. Yəni, Hollandiya istehsalıdır. Əla şeydir o da. Bu da sınaqdan keçib istifadə olunub, effekti görsənən bir şeydir. Bir şeydir, mikroelementdir, bunu da yemə qatıb veririk. Balalı vaxtı əla bir şeydir, yəni il boyu. Əla şeydir bu da. Quş güzləndi, Alman istehsalıdır. Yox, bu da Qalandiyanın. Ya Belgiyadır bu, yesin yaşı bayda. Belgiyanın. Söhbət şeydən deyil, bu opşi şey üçündür, bu mineraldır da, bu lazımdır quşlara. Bu quşlara lazım olan şey, droj da qatıb verirəm, var, spesialni drojdur. Drojdur bu. Bu balalı vaxtı bu işini veririk biz onu. Balalı vaxtı droj veririk, o əla bir şeydir o. Çünki vitamin Y'dir, orqanizmdə çatmır, onu veririk. Bir də o qırmızı kərpic, bir də qırmızı kərpic budur, mütləq. O bayaq qaba tökdüyümüz. Hə, də, var, çox var, hazır. Görsən, bir çoxu bura tökmüşəm, polnisdə. Ki verməyə. Yeməyə hər gün demək olar ki, qışda veririk hər gün. Bu belə bir şey deyil, bu. Prosta bunu gətirmək oradan problemi. Nədir bu? Bizə üçün yaxşıdır. Göz ağrısı üçün, çox arnitoz üçün. Arnitoz xəstəliyi üçün. Arnitoz üçün bu əla bir şeydir. Əla yox, lap belə kefin istəyən. Göz hesabı düşür. Bu göz ağrısını inandırım, sən 5 gün verirsən, qutardı, çıxdı getir. Problem qutardı. Veririk bunları biz, yayda yox. Bu da sarımsaq yağıdır. Bunu necə qatırlar dostlar? Bunu da belə də možna qlaz qatmaq. Orada elə bir şey yoxdur. Bu mütləq, biz qışda bunu veririk. Yəni yemə qarışdırır. Yemə. Suda ağır olur heyvan üçün. Bunu biz obizasiya edirik. Hesab elə ki, həftədə bir dəfə qatırıq.
Görürsən burada prosta Mineraldır bu da. hə minerallardır. Bax çınqıl var içində, görürsən. Gil var, nə bilim. Gil, çınqıl, hər şey var. Quşun yediyi belə deyək də minerallar. Küçədə yığdığın paştov üstə mənkilər ki, kletkadadır da bayırda yığa bilmirlər axı onu. Bu heyvan gedir 7-8 saat uçursa, sən deyirsən ki, uçmur, hava saxlanır. Bilirsən hava, sən özünü alır. Mən özümü allatmıram. Mən o Əlinin bir sözü var, o Əli bəyin deyir ki, quş 10 dəfə ağır saat uçur. Mən deyir onun 9-unda pritsina tapıram ki, deyirəm bəlkə nəsə oldu deyir. Amma deyir görürəm ha 9-unda 10-unda da yuxarıdan çıxır. Amma deyir görürəm ki şeydir. Dəqiqləşdirmək istəyir. Hə də arxayınçılıqsındır. Məndə məsəl üçün orada göydə quş var. Onlar hər il uçur o saatı. Axırı 3 dənə, 5 dənə quş olur. Mən o yazığı necə deyim ki, bir gün. Məsəl üçün orada var bir gün indi bir quş gəldi. 2 saat yarım 3 saatla qayıtdı da o quş. O günləri ən axıra qalan quşlardan biridir. Mən onu uçurmamalıydım. Niyə? Çünki bir gün onun üçün azdır istirahət. Bir gün o quş üçün istirahət azdır. Çünki o ağır saatı uçan heyvan üçün qardaş bir gün azdır. Hava sərin olsa bir gün. Hə, hava sərin olsa görürsən, dünyanın hər bir yerində bu idman yarışları yoxdur, quş yarışları 37, 36 olanda ləğv eləyirlər. Yarışı ləğv eləyirlər. Hələ ki olan ki Rastoyanidir. Düzdür. Amma bizdə hələ deyir ki, 40 dərəcədə uçur. Birinci Abşeronda ildə 2 dəfə, bir dəfə 40 olur. Hə. Amma Abşeronda ağır havadır bu. Avqustda olsa bugünkü havalar çox ağır. Özümüz də fikirləşmirik də, doktor sözünüzə qüvvət. 40 dərəcədə biz kölgədə dayana bilmirik. Bir 100 dəfə ciyərimizdə quşun özündən böyükdür. Bax, quş uçurdandan sonra 2 stakan çay içmişik, düzdür. 2 litrdə kompotla limonat içmişik də, düzdür. 3 nəfərə. Bölük onu az aramızda. 1 litrdən sonra bu yazıq hələ vurur. Sahada 30-35 min qənət vurur bu. Gəlib orada kresloda oturmur. Düzdür. 30-35 min qənət vurmaq bilsən nədir? Vur onu 7-8 saata. Düzdür? Bir də elə bayaq doktor sual yadıma düşdü. Mənim özümə maraqlıdır. Ya bunu indi sualımı verəcəm. Hardasa oxumusunuzmu və yaxud da belə praktik eləmisiniz? Bu göyərçinlər minimum nə qədər məsafədən səs eşidir? Maksimum. Səsi? Hə, maksimum neçə? Nə deyə bilmərəm onu. Mən yəni elə bilmərəm. bir ədəbiyyatda zətdə. Onu bilirəm ki, quşlar, vəbşə heyvanlar bir rəng görür də. Çornu-beyazlı görür. Görmə qabiliyyəti bilən bizdən 3 dəfə çoxdur. Bunlar, по-моему, şeydə sokullarda zətdə bunlardan da çoxdur. Hə, düzdür. Bunlarda 180 deyilsə, onlarda da çoxdur nə qədərsə. Mən biləm. Görmə bucağı da fərqlidir. Görmə bucağı fərqlidir. Fərqlidir. Bir də ki, söhbəti var da, yuxarıdan çox adam götürür, başqa rənglər şeydir. Bu, bütün içində zətdə görürsə, su qablar adamsı qırmızıdır. Nəyə görə? Çünki bunlar qırmızını bir dənə seçə bilirlər. Atak belə götürən daltonikdilər da. Düz. Uçurmaq lazım, qardaş, uçurmaq, valla. Nə deyirəm, o qədər quş qırılır. Dəhşət qırılırlar, cəmaət. Mən bilirəm ki, çox adam çox qırılır. O da bilsən nədən? Aperux Samaliçenidən, çox adam bilməməzlikdən, çox adam dədə-baba belə elədi, dədə-baba belə elədi. İndi var, baxırsan ki... Belə bir şey olar mı, doktor ki, o gün bir yerdə söhbət elədik. Məsələn, quşu balalıqdan tutaq kəsib biri, bu uçma qabiliyyətini itirib də görməyib axı uçuş. Onun balasını da götürür, kəsir. Nəvəyə, nəticəyə. Gen itir də. Hə, o uçuş qabiliyyəti. Конечно, gen itir də. Gen nə deməkdir? Bunu deyirəm, başa düşən yoxdur. Bilsən necədir? Bu quş, məsəl üçün, babamın atası yaxşı uçub. Bu özü də belə pis uçmadı, saxladım. Bildim ki, uçucu. Bunun 2 dənə balası var. Biri indi yuxarıdadır, biri də balaların içindədir. Dünənlərlə 3 dəfəyəcən küləklə verdim balalar. Gördüm ki, bunun balası həvəslidir. O, deyirəm, 5-6 dənə bala qaralamışam. Biri də babamın balasıdır. Yəni, irsi olaraq elə bir itirdir. İtircək də, bilsən necədir? Genin axırına nauka çıxmayıb, belə, medisina çıxmayıb genin axırına. Bu da qoruş genlə olan şeydir də. Düzdür? Adi pomidorlarımızı götürür, nə günə qoyublar? Düzdür. İndi pomidor götürsün, plasmas kimi xırç. Dadı da başlaydı, hər şey düzdür. Ətiri gəlirdi. Əlbəttə ki. Düzdür. Genin dəyişilir. Geni dəyişilir. Bu, bunu çıxmasa şeydən... Ona görə kəsmək lazım deyil. Yox, uçurmaq lazımdır. Uçurmağa qardaş bilmək lazımdır ki, nəsə başlayır. Axırı, bu bala görürsən, biraz keyfsizliyib nəsə. Biraz tükləri. Hə, görürsən, biraz nifti o da, bax, fikir versən.
Belə yaxşıdır, amma bax biraz keçsin. Ola bilsin tüləkdə də ola bilər. Yox, o tüləyi hələ biraz yubanır. Onun çox güman ki, nəsə. Bir də quş qalın olanda gəlirlər, qalxanda dəyir bir-birinin gözünə zadına, o da zədələyir bunları. Atak belə, indi bax görürsən ki, istidən də hamısı qaçdı girdi. İstidir. Quşxananın qabağı dostlar imkan olsa setkalı olsa daha yaxşıdır ki. Bilirsən necədir? Qapalı yerdə adam var işə hərdən gedir, o- bağlayır. Baxıram da, oxuyuram kommentar, hərə bir söz yazır ki, bu nədir, belədir. İndi qardaş, mən vaxtım yoxdur bir dənə quş kesməyə. Düzdür. Mən dursam bunları kesməyə, mən gələrlər, Kəsə deyir. kəsə. Hələ lütfü belə bir dəfəlik bu əziyyəti çəkmişik. Arxayınca, həm də quş qanadlı sağlam qalır axı. Bəli. Çapıq itirmirsən, yoxsa qalxdı quş, Abşeronun küləyində, o gilavarda quş qalxdı, yığışdıra bilmirsən onu sən. Getdi. Başqa da sualın, İsmail, hazır qardaş. Başqa mənə maraqlıdır ki, bu da sual verib ki, ilk dəfə sizin özünüzün eşitmək istədiyiniz nə sual olardı? Mənə maraqlıdır, bəlkə mənə ağlıma gəlməyib. Valla nə bilim. Sual ki, Və yaxud bəlkə məsələn eşitmək istəyirsiniz, mən vermədim o sualı, o mənada deyirəm. yox, burada hər şey verdin. İndi belə nə ətraflı olsa yenə deyirəm. Qardaşımızın da bəlkə Telefonumuz elə bir açıqdır, qapımız açıqdır. Çox sağ Buyurub olun. hamı gələ bilər. Dostlar, onsuz o qədər dostdaşına gəlir, gedir ki, bizim həyatimizə. minnətdaram. Hə, yaxşı dostdaşlardan söhbət gedir. Allah bizdən hamımızı uzaq eləsin. Amin. Bu deyirəm, o bizim bir dostlar yetirsin. bu bizim bir məşğuliyyətdir də, nə etmək olar? Gör o qədər quşdan bayırda qalan var. Nədəndir? İstidəndir. Sonra deyirlər ki 40 dərəcədə quşdur. Bax görsən istidir ki, girdi kölgəyə də o. Düzdür. Hərdən mən deyəndə ki, məsələn çox olub, dostlar burada olub. Mənə deyir ki, bu gün quş uçurmamısan. Deyirəm, bu gün quş havası deyil. Bu gün quş uçurma. Ola bilməz. Deyirəm, olmaz. Uçmaz bu. Bu gün quş üçün lazım olan hava deyir ona. Bax dünən Şahin mənim ki, uçsuz balaları xəzridir. Dünən balaları bilsən nə üçün? Gördün 3 dəfə mən onları nə günə qoydum. Gəlib düşürlər. 1 saat yarım balaca yüngül yedizdirdim. Sularını içdilər. Bir dənə 70-80 gedən getdi dala. Dırmaşıb gəlir. Balı üçün normaldır, amma böyüyə trenirovkat da böyüyə ehtiyac yoxdur. Böyü mən onu yeməklə korreksiya eləyirəm. Düz. Onu çalışmaq lazımdır. Bir də ki tutanı kesmir. Uçurdum. Çox quş lazım, kuşu da. Valla qayıtsın, özünə də ləzzət eləsin. Bax, gələndən 3 dənə quş qaçırmışam. Küvənlərdə. Qapıda, damdaşda tutulmayıbsa o quşlar gecə orada burada. Çünki o quşların üçünü də qaçırmışam 5 ilin ərzində. Çatdırıblar özlərinin 3 ayacan, ay yarımacan, 20 günəcən. Bəlkə də o ara kəndlərdə damdaşladılar. İndi heyvan olur axı, məsəl üçün bizim o vaxt quşumuzu... yuxarı. Yox. Məsəl üçün bizim bax indi bir dostlarımız var, hələ gedib gəlirik. Türkan uşaqlardır, salam deyirəm onlardır burada. Biz də salamlayırıq. Bizim bir quşumuz gecəyə qaldı, gəlib düşmüşdü ora, Türkana. Gecəyə qalan quş nə olur? Stuk da. Özü belə pis çıxması. Böyük saatla. Hə. Bəlkə istilərdə düşmüşdü. Təsəvvür gətir ki, bu adam deyir ki, 4 gün deyir, bu quş kənddən çıxa bilmədi deyir. Qalxır deyir, getməyə, gəlir oturur 3 mərtəbəyə. Həyətdə də deyir, 150-200 dənə quş düşmürdü deyir. Biri qoydu 1 saat, 2 saat quş yoxa çıxdı hardasa. İndi Allah bilir, gəlir harda nə yeni. Gəlir, amma görür, quş da stukdur. Axır deyir, allandı, suya düşdü. Sərhözə düşdü, tutdu. Sonra görürlər, üzüb, çoxdan söhbət. İndi də o uşaqlarla dostluq, gedirik, gəlirik. Hələ o quşa zəng vurdular, dostlaşmışıq. İndi nə deyirəm, o quşlar var, yatır. O qədər olur ki, görürsən də, biliyorsun, kəndə bir dənə quş gəlir bizə, bura, Şurdaxanlıya. Görürsən, bir həftədir quş məktəbin damında, səhər qalxır, o yana, bu yana, axşam yenə gəldi, ölür, amma düşmür heç kimə. Nə üçün? Çünki bunun o gen faktoru var ki, mən evə qayıtmalıyam. Sadəcə istiqamət tapmalı. Tapa bilmir, bir də ki, quş yerinə qayıtmaq üçün nə etməlidir? Yuxarı qalxmalıdır ki, yuxarı qalxanda görmə qabiliyyəti bunlarda başqadır axı, bir adı deyil. İstiqamət tapmalı. Priblizitin nəyisə görsün, getsin. Bunun da gücü yoxdur ora qalxmağa. Çünki acdır, suzdur. Biraz da narahatdır da, stressdən. Stressdir, конечно, stressdir. Quş gecəyə qalır, uçmur. Çox vaxt.
O qədər olub ki, quş gəlir gecədən qalır, səhər gəlir, o uçur görürsən uçma. Nə üçün? Deyir, quş gecə qorxur da qədər. Düzdür. Düzdür. Bir də doktor o ağza indi yadıma düşdü, yara çıxır. Biri ağ rəng olur, biri var sarı. O profka da trixomonozdur. Sarı ospadır, çiçəkdir. O olur. O ospa çiçək 6 ay qalır quşxanada, 1 ildə qalır. O əsas salan ağcı qanaddır. Hə, o şey taxson gedir. Kəpənək ağzı qanadı olur. Hə, o bir də ki o parazitlər deyirəm, onlar da sal, daşıyıcıdır da, onu sancır, bunu sancır, ötürdü, hə. Ospadır da ki, o da quşu bir dəfə tutur ildə. Həyat müddətində də nə qədər quş yaşasa bir dəfə onu tutur, ospa. Vəsə. Çiçəkdir də bizdə olmayıb, insanlarda su çiçəyi. Həmin bir şeydir prosto. Amma o ağızda yara, o propko trixomonozdur. Yəni sağalan bir şeydir. Sağalandır, конечно, o müalicə vaxtında eləyirsən. Özü ki, trixomonoz balada olur çox var, böyüdə çox redko olur. Amma böyüyün balada varsınız, naşı atası, anasız daşıyıcıdır. O keçirdi ona. Əlbəttə ki. O keçir. Çünki yemək verəndə trixomonoz atada, anada aktiv olmur, güc gələ bilmir. Balacada ki, immunitet zəif olur, ona görə keçirdi. Mən də doktordan indi yəqin bir böyük kimi təsdiqləyir. Həmişə deyirəm ki, sağlam bal almaqsa yumurtadan başlayın, gülürlər. Quşun özünə əvvəl sağlam belə mütləq, quş bu sağlam. yumurtanın içalatı lor dildə deyək ki, başa düşsün. Xəstəliklə doludursa, oradan nətər sağlam bala çıxar? Əlləşmə. Ha, iynə dərman var. Yox, mən bir yağ dedim, quş xəstə olsa izbavit. Mənim orada balaca bir dənə mini hospitalım var. Ora bir dənə, 2 dənə quşumu atmışam bu dəqiqə. O quşun uçmağın qırmızı saxsı. Şahin görüb. Heç bir quşxana quşa dəyişməzdim mən onu. Amma uçub var uca, bir 7-8 yaşı var. Mən onu atdım oraya. Çünki bilirsən nə üçün? Mən görürəm uca bu nasitildir. Mən bunu neynirəm burada gəzsin, sağlamı da zarazit eləsin. Düzdür. Atdım ora ki, indi müalicə eləmişəm o adcelini. İndi baxacağım saxlayınca, yaxşı olsa təzədən qaytarım. Yox, vəsə, qutardı, çıxdı, getdi. Dostlar, bu da 8 saat ücret tamamlayıb keçimi. 8 saat keçir. Bunda inşallah düşməyini çəkərik. Dostumuz da yavaş-yavaş gəlir.
da xandı. Getdi. Oynayır kimsə deyə bilir ki, göydə sayılırsa. Sən bula sağ neçədir? Məndə var. Budur da, hə? Saat 18:00. Belki bir heyvandan el çəkir. Sandım içəri. Bu da boynucüllü maya. İsmail bir dənə özün düzəltsin, payın hesabla bir dənə oynamalıdır. Oynamaq istədi amma 110 il uçur bu. 10 il uçur. Maşallah. 10 yaşı var yoxsa çoxdur? 110 yaşı var. Başına o deyilmir, başını yolub baba. Ha. Deməli bu harsa 70 dənə çaşıb moya erkəyin içinə girib. Ona görə bu başı rəngli deyil. Yaradı. Deməli düşmə saatı da dəyərli dostlar. Qoy göstərim. On 8:34. İsmail deyərsən 10 yaşı var. Buna bax. Özünə yaxşı baxıb da. Ha? Ha, hadi. Geç. Bu boynuculu ilə qalan qırmızı arqanetdir də. Hə.
Saatda 18:37. Ciyər olandan sonra niyə yıxılmalıdır? Yıxılmır bax. Ayaq dolaşır yüngül. Ha, dəhliyir, yüngül dəhliyir görsən. Həmişə bu istidə də, gilavarda da düşür. Balaca özünü düzəltdi, yalla girdi içəri. O 2 dənə daha indi özümüzün inşallah da. Zaman quşdu, onlar bunlarla. Bunlar gəlir, zaman Baxıllıq nədir? Onda var, məndə niyə yoxdur? Bu elə bilir ki, ona çatanda buna çatmayacaq o nemət. Dünən qüdrət sənin əlindədir, onda olan məndə də olsun. Və aram oldum. Paxıllıq hissi zəiflədi. Paxıllığı yaradan Allahın qüdrətinə şəkdir. Onun elmi var, səndə də ola bilər. Onun pulu var, səndə də ola bilər. Ona çatanda sənə çatmır. Qüdrəti, yəni məhduddur Allahın. Həsəd olmaz. Qüdrətə arxalansan, xəsis olmazsan. Xəsis olmazsan. Çünki elə bilirsən xərcləməklə qutarır, bilsən ki, xəzinə onun əlindədir və sənə çatdırmağa qüdrəti çatar, rahat xərcləyərsən, bizdən uzaq. Rahat xərcləyərik ki, Allah yolunda rahat xərcləyərsən, bunu mən sənin yolunda xərcləyirəm, xəzinə də sənin, güc də sənin, qüdrət də sənin. Mən bunu hər dəfə söz düşəndə deyirəm, bir daha deyirəm, bir dənə dünyada insan tapa bilməzsiniz ki, Allaha görə pul xərcləyib xəsis kasıb olub, imkansız olub. Paxıl adama deyilən ki, ay qorxmayın, onun özünün deyil. Ha deyər, o xay nə yaxşı özünün deyil. Belə də oyla aram olur. Allah da aram edir ki, ay bala, heç kəsin deyil, rahat olun, narahat olun, mənimdir. Hərdən indi ruhanilər də irad tuturlar ki, filan maşında gəzir, filan şeydə gəzir məsələn. Heç bilmir, bəzi elə özümü də deyir, mən bilmirəm o nə maşındır, neçədir, nə. İndi məsələn, nəsə məsləhət olur, hansısa ora-bura hərəkət eləmək üçün gətirib ixtiyarımızda qoyublar. Məni heç maraqlandırmır, düşünmürəm, heç başım da çıxmır bu işlərdən. Özümü avam göstərmək kimi demirəm, həqiqətən belədir. Amma başqası oturub deyir ki, bu niyə onda gəzir? Ona arxain eləmək üçün deyəsən ki, bunun özünün deyil, başqasınındır. O saat gələ, nə yaxşı, şükür, bunu denəm mənə. Rahat olsun.